Dostlar, kanalımıza xoş gəlmisiniz. Öncəliklə qeyd edeyim ki, mənimlə riyaziyyat dərslərinə başlamaq istəyirsinizsə, ekranda gördüyünüz əlaqə nömrəsi vasitəsilə müraciət edə bilərsiniz. Dostlar, bugünkü mövzumuz sizinlə tam cəbri ifadələrdir. Elə isə başlayırıq birinci sualdan. Deməli, hansı bir həddin qüvvəti ən böyükdür? Dostlar, bir həddin qüvvətini tapmaq üçün dəyişənlərin üstlərini toplamaq lazımdır. A variantında x üstü 2, y üstü 8 verib. 2 ilə 8-i toplayanda 10 eləyir. Yəni A variantından 10 alırıq. Qeyd edək burada. A-da 10. B variantında x-in kvadratı y üstü 5, z üstü, deməli z yazıbsa bu 1 deməkdir. 2, 5, 1-i toplayanda bu 8 eləyəcək. C variantında mənfi 19, x üstü 8, y üstü 7 verib. Üstləri toplasaq 8 ilə 7-nin cəmi 15 eləyir. D variantında x üstü 6, y üstü 7. 6, 7-nin cəmi 13 eləyir. Və nəhayət Y variantında x, y üstü 9, z-in kubu verilibdir. X yazmağı x üstü 1 deməkdir. 1, 9, 3-ün də cəmi bizə 13 verəcək. Deməli, qüvvəti ən böyük olan 15 olandır. Bu da C variantı. Dostlar, keçirik ikinci suala. Hansı bir həddinin qüvvəti ən kiçikdir? Yenə bayaqki kimi həll eləməliyik. Deməli, üstləri toplayırıq. Hansı daha böyük olsa, o daha böyük sayılır. Daha doğrusu, hansı daha kiçik olsa, o daha kiçik sayılır. Dostlar, A üstü 7, B, C üstü 8. B-nin üzərində heç nə yazmaması 1 deməkdir. 7, 1, 8-i toplayanda alırıq 16. B variantında A üstü 6, B üstü 9 yazıbdır. 6, 9-un cəmi 15 eləyir. C-də A üstü 9, B, C yazıbdır. Bu B üstü 1, C üstü 1 deməkdir. Toplayanda alırıq 11. D variantında A üstü 5, C üstü 8 yazıb. 5 ilə 8-i toplayanda 13 eləyir. Y variantında A üstü 8, C üstü 2 yazıbdır. 8 ilə 2-ni toplayanda alırıq, deməli 10 qiyməti. Dostlar, bizdən deyir ki, hansı bir həddin qüvvəti ən kiçikdir? Ən kiçik olan olacaq bizdə 10, yəni Y variantı. Növbəti dostlar, üçüncü suala baxırıq. Üçüncü sualda mənfi x üstəgəl 4-ün kvadratı ifadəsini deyir çoxhədliyə çevirin. Gəlin baxaq. Deməli, mənfi x üstəgəl 4-ün kvadratı bərabərdir. Dostlar, birinci həddin kvadratı üstə gəlinsin, 2 vurulsun. Deməli, birinci həddi ikinciyə vururuq və üstə gəlinsin ikinci həddin kvadratını yazırıq. Bu da bərabərdir. Mənfi x-in kvadratı x kvadrat minus 8x üstə gəlinsin 16. Deməli, x kvadrat çıxılsın 8x üstə gəl 16. Bu da olacaq bizdə C variantı. Dostlar, 4-də deyir ki, A üstü 8 bərabərdir 9 olarsa, A üstü 16-nın qiymətini tapın. Gəlin qeyd eləyək. Deməli, A üstü 8 bərabərdir 9-a. Bizə deyir ki, A üstü 16 nəyə bərabərdir bunu tapın. Dostlar, yazırıq A üstü 16 bərabərdir. A üstü 16 deməli A üstü 8-in kvadratı deməkdir. Baxın, buraya yazırıq A üstü 8-in mötərizə kvadratı. A üstü 8 9 olduğuna görə 9-un kvadratı bu da bərabərdir 81-ə. Deməli, doğru cavabımız C variantı olacaq. Növbəti dostlar, keçirik 5-ci suala. 5-ci sualda oxşar qaydadadır. 5-də bizə deyir ki, A üstü 9 bərabərdir 6-ya. A üstü 18 nəyə bərabərdir bunu tapın. Onda dostlar, A üstü 18 bərabərdir. A üstü 9-un kvadratına. A üstü 9 6-dır. 6-nın kvadratı da bizə 36 verəcək. Buna görə doğru cavabımız D variantı olacaq. Dostlar, keçirik 6-cı suala. 6-cı sualda 3 üstü 8 vurulsun, deməli 3 üstü 5 vurulsun 8 üstü 5. Deyir, hansı münasibət doğrudur? Dostlar, deməli üstlər eynidirsə, 3-ü 8-ə vurub üzəri 5 götürə bilərik. Yəni 24 üstü 5. Burada isə dostlar 24 üstü 10 verib. Onun yerinə 5 olmalıydı. Buna görə A variantı yanlışdır. Dostlar, gəlirik B variantına. B variantında 3 üstü 4 üstü 7 verib. Deməli, 3 üstü 4 üstü 7-ni tapanda 3 üstü deməli 4-ü 7-yə vurmalıyıq. 11 yox, burada yazmalıydı 28. Buna görə B variantı da yanlışdır. C variantında 3 üstü 20-ni 3 üstü 5-ə bölür. Deməli, eyni əsasla ədədləri böləndə üstlər çıxılmalıdır. Yəni, burada olmalıydı 20-dən 5 çıxanda 3 üstü 15, 4 olmamalıdır. Buna görə C variantı da yanlışdır. D variantında 9 üstü 7-nin 9 üstü 7-yə bölürük. Bu bizə deməli ədədi özünə böləndə 1 verir. Sağ tərəfdə də 7 üstü 0 var. İstənilən ədədin üstü 0 bizə 1 verəcək. Buna görə deməli cavabımız D variantıdır. D variantı doğrudur.
Dostlar, keçirik 7-ci suala. Hansı münasibət doğrudur deyir yenə. 2 üstü 7-ni 5 üstü 7-yə vuranda, deməli, üstlər eynidirsə, deməli, 2-ni 5-ə vurub üstü 7 göstərməliyəm. Yəni, 10 üstü 7. 14 yazıbsa, deməli, yanlışdır. A variantını çıxdıq. B variantında 7 üstü 5-i 7 üstü 5-ə bölür. Ədədi özünə böləndə bizə 1 verir və 5 üstü 0 da elə 1-dir. Yəni, sağ və sol tərəf bir-birlə eynilik olaraq bərabərdir. Buna görə B variantımız doğrudur. Dostlar, keçirik 8-ci suala. 8-ci sualda bizə deyir ki, deməli, A çıxılsın B bərabərdir 2,2-yə, 4A çıxılsın 4B nəyə bərabərdir? Bunu tapın. Dostlar, buradan 4-ü mötərizə xaricinə çıxarıram. Mötərizənin içərisində açıq B yazırıq. Bu da 4 vurulsun açıq B bizdə 2,2-dir. Bu da bərabərdir 8,8-ə. Buna görə doğru cavabımız D variantı olacaq. Dostlar, növbəti 9-cu suala baxırıq. Oxşar sualdır. 9-da deyir ki, x çıxılsın y bərabərdir 6,5-ə və bizə deyir ki, 5x çıxılsın 5y bərabərdir sual. Bunu tapın. Dostlar, yenə 5-i mötərizə xaricinə çıxarıram. X minus y. Burada 5 vurulsun. X minus y-imiz 6,5-dir. Və 5 5-in 25. 5 yazıram 2 yadda. 5 6-nın 30, 2 yadda olacaq 32. Alırıq ki, 32,5. Yəni, doğru cavabımız D variantıdır. Növbəti dostlar, 10-cu suala baxırıq. Deyir ki, A kub B üstü 7, C kub bir hədlisinin qüvvətini tapın. Dostlar, qüvvəti tapmaq üçün, deməli, bir hədlidə dəyişənlərin üstlərini toplamaq lazımdır. Yəni, 3-ü, 7-ni və 3-ü toplayıram, nəticədə alıram 13. Bu da D variantı. 11-ci suala baxırıq. C bərabərdir 2 olarsa, 3C üstə gəlilsin, 2 vurulsun, mötərizədə 3 minus C ifadəsinin qiymətini tapın. Dostlar, gəlin həll eləyək. Burada yazırıq 11. C bərabərdir 2 olarsa, 3C üstə gəlilsin, 2 vurulsun, mötərizədə 3 minus C. Baxın, bu ifadəni birinci sadələşdirirəm. 3C üstə gəlinsin, 2-ni 3-ə vuranda 6 edir. 2-ni mənfi C-yə vuranda minus 2C. Bu da bərabərdir. 3C-dən 2C-ni çıxanda C qalır. C plus 6 və C 2 olduğuna görə 2 plus 6 bərabərdir 8-ə. Deməli, doğru cavabımız B variantı. Növbəti dostlar, 12-ci suala baxırıq. Hansı bir həddinin qüvvəti ən kiçikdir? Dostlar, qüvvət ən kiçik deyirsə, biz dəyişənlərin üstlərini toplayırıq. Hansının deməli üstləri cəmi daha kiçikdirsə, o kiçik sayılır. A variantında 70 x üstü 10 y-in kvadratıdır. 10 ilə 2-ni toplasaq bizə 12 verir. B variantında 64 x üstü 6 y-in kubu z üstü 1. Baxın, z yazıbsa elə 1 deməkdir. 6, 3, 1-in cəmi bizə verəcək 10 ədədi. C variantında x üstü 5, y üstü 9. 5 ilə 9-u toplasaq 14 edir. D-də x üstü 7, y üstü 6. 7, 6-nın cəmi 13 edir. Və nəhayət Y variantında x üstü 8, y üstü 7, 8, 7-nin cəmi 15 edir. Bizə deyir ki, hansı bir həddinin qüvvəti ən kiçikdir? Bunların içərisində ən kiçik 10 olan, yəni B variantıdır. Dostlar, keçirik 13-cü suala. X bərabərdir mənfi 1 olduqda ifadənin qiymətini hesablayın. Dostlar, gəlin yazıb həll eləyək. Deməli, x bərabərdir mənfi 1 olarsa, 3x üstü 6 çıxılsın 11 vurulsun x-in kubu, üstə gəlsin 9 x üstü 7 bərabərdir. Dostlar, qiyməti yerinə yazıram. 3 vurulsun mənfi 1-in üstü 6 çıxılsın 11 vurulsun mötərizədə mənfi 1-in kubu, üstə gəlinsin 9 vurulsun mənfi 1 üstü 7 bərabərdir. Dostlar, mənfi 1 üstü 6. Üst cüt olanda deməli bizdə qüvvətimiz müsbət qiymət verir. Mənfi 1 üstü 6 müsbət 1-dir. 3-ə vuranda 3 verir. Sonra çıxılsın. Deməli, mənfi 1-in kubu mənfi 1 eləyir. Mənfi 1-i mənfi 11-ə vuranda müsbət 11 eləyəcək və mənfi 1 üstü 7. Deməli, mənfi 1 eləyəcək. 9-a da vuranda minus 9. Buradan da dostlar 3 ilə 11-in cəmi 14, 9-da çıxanda qalır 5. Deməli, 13-də doğru cavabımız 5-dir D variantı. Dostlar, keçirik 14-cü suala. 14-də deyir ki, 2a kub vurulsun, mötərizədə 3b kvadrat minus 2ab üstə gəlsin a kub. Çox hədlisi ilə, deməli, mənfi 3x kvadrat y kub bir hədlisinin qüvvətləri cəmini tapın.
Dostlar, birinci, bax bizim birinci deməli çoxhədlimiz nədir? 2a kub vurulsun 3b'nin kvadratı minus 2ab üstəgəlsin a-nın kubu. Baxın, mən bunu sadələşdirəndə nə alıram? Sadələşdirəndə 2a-nın kubu, 2a-nın kubunu daha doğrusu 3b kvadratına vuranda alırıq 6, deməli a-nın kubu b-nin kvadratı. Çıxılsın 2a kubunu 2ab-yə vuranda 4, a üstü 4, b alırıq. Və üstə gəlinsin 2a kubunu a kubuna vuranda 2, a üstü 6 alırıq. Əsas eyni olanda üstlər toplanırdı. Dostlar, və bunun məndən nəyini soruşur? Bunun qüvvətini tapsam, deməli, birinci bir hədlinin deməli, çoxhədli bir hədlərdən ibarətdir. Birincinin qüvvəti 5 eləyir, ikincinin də qüvvəti 5 eləyir, üçüncünün qüvvəti 6 eləyir. Hansı böyüksə onu götürürük, deməli, burada qüvvət 6-dır. Və digəri mənfi 3x kvadrat y kubdur. Deyir ki, bu bir hədlin qüvvəti ilə cəmi tapın. Deməli, dostlar, bunun da qüvvəti 2 ilə 3-ü toplayanda bərabərdir 5-ə. Deməli, birincinin qüvvəti 6, ikincininki 5-dir. Məndən bunların cəmini istəyir, bərabərdir 11-ə. Yəni, doğru cavabımız C variantı olacaq. Növbəti dostlar, 15-ci suala baxırıq. 15-ci sualda da oxşar qaydadadır. Bizə deyir ki, bu çoxhədli ilə 4a kub b bir hədlisinin qüvvətləri cəmini tapın. Birinci, mən çoxhədlinin qüvvətini tapmalıyam. Buna görə sadələşdirirəm. Mənfi 2x vurulsun 2y üstə gəlsin xy minus y-in kubu üstə gəlsin 1 var. Bunu sadələşdirəndə mənfi 2x-i 2y-ə vuranda mənfi 4xy alıram. Mənfi 2x-i xy-ə vuranda minus 2x kvadrat y alıram. Mənfi 2x-i mənfi y-in kubuna vuranda müsbət 2xy-in kubu alırıq və mənfi 2x-i müsbət 1-ə vuranda minus 2x alırıq. Və dostlar, mən bunun qüvvətini axtarsam, ayrı-ayrıqda qüvvətləri tapıram, hansı böyüksə onu götürməliyəm. Birincidə deməli x, y, yəni x üstü 1, y üstü 1, bunun qüvvəti 2 eləyəcək. İkincidə x-in kvadratı y, yəni bu y üstü 1 deməkdir. Deməli, 2 ilə 1-in cəmi 3 eləyəcək. Burada x, y-in kubu var, yəni x üstü 1, y-in kubu. 1 ilə 3-ün cəmi 4 eləyəcək və sonuncuda x yazmışıq, bu ilə x üstü 1 deməkdir, yəni 1. Deməli, dostlar, 2, 3, 4, 1 aldıq. Qüvvəti istəyəndə ən böyüyü götürürük, yəni 4. Və dostlar, bizə deyir ki, 4a kub b-nin qüvvəti. Və dostlar, 4a kub b nə deməkdir? Burada b yazıbsa üstü 1 deməkdir. Bunun da qüvvətini tapanda üstləri toplayıram, 3, 1-in cəmi 4 eləyir. Deməli, hər ikisində 4 alırıq və toplayanda nəticədə bizə 8 verir. Buna görə cavabımız olur B variantı. Növbəti dostlar, baxırıq 16-cı suala. 16-cı sualda 12 üstü 7 bölünsün 9-un kubu vurulsun 2 üstü 10-a. Deyir, ifadəsinin qiymətini hesablayın. Dostlar, biz bunu necə yazarıq? 12-ni yazaram 4 vurulsun 3 şəklində və 4 üstü 7 vurulsun 3 üstü 7. Aşağıda 9-u yazarıq 3-ün kvadratı, üzərində kub var, vurulsun içində olduğu kimi yazırıq 2 üstü 10 şəklində. Bu da bərabərdir dostlar. 4-ü yaza bilərik 2-nin kvadratı kimi, üzərində bir də 7 var. 3-ü ilə 3 üstü 7 yazırıq və aşağıda 3 üstü 2-ni 3-ə vuranda 6 eləyir, vurulsun 2 üstü 10 var. Birazcık da sadələşdirsək, bu da bərabərdir. 2 üstündə 2-ni 7-yə vuranda 14, 3 üstü 7, aşağıda da 3 üstü 6, 2 üstü 10. Dostlar, buradan da 3 üstü 6 ilə 3 üstü 7 ixtisar gedəndə yuxarıda bizdə qalır 3-ün biri və aşağıda da aşağıda sizin heç nə qalmayacaq. 2 üstü 14 ilə 2 üstü 10-u ixtisar edəndə 14-dən 10-u çıxanda 4 qalır. Deməli, 2 üstü 4-ümüz qalır. 2 üstü 4 16-dır. 3-ə vuranda da eləyəcək 48. Yəni, doğru cavabımız 48-dir, Y variantı. Dostlar, eyni qaydada 17-ci suala da baxırıq. 17-ci sualda 4 üstü 5 vurulsun 3 üstü 9 bölünsün 6 üstü 8 verib. Bərabərdir. Dostlar, 4-ə 2-nin kvadratı kimi baxıram. Bunun üzərində də 5 vurulsun 3 üstü 9. Aşağıda 6-nı da 2 vurulsun 3 kimi yazsam, onda 2 üstü 8, 3 üstü 8 olacaq. Dostlar, bu da bərabərdir. Birazca da sadələşdiririk. 2 üstü 2-ni 5-ə vuranda 10, 3 üstü 9, aşağıda 2 üstü 8, 3 üstü 8 var. Bu da bərabərdir. Dostlar, 2 üstü 10-dan 2 üstü 8 ixtisar gedəndə 2 üstündə ondan 8-in çıxırıq 2 qalır
Və 3 üstü 9 ilə 3 üstü 8 ilə ixtisar eləyəndə 3-ün də 1-i qalır. Bu da 4 vurulsun 3 bərabərdir 12 deməkdir. Yəni cavabımız olacaq A variantı. Növbəti dostlar 18-ci suala baxırıq. 18-də -6-nın kvadratı üstə gəlinsin, -1 üstü 14 üstə gəlinsin, -4-ün kubu bərabərdir. Bunu hesablamalıyıq. Dostlar, diqqət edirsinizsə, 6 deməli, -6 mötərizənin daxilində deyil. Yəni, bu -6-nın kvadrat deməkdir. Dostlar, 6-nın kvadratı 36 eləyir. -1 üstü 14. Deməli, əgər -1-in üstü cüt veribsə müsbət 1 olacaq, tək versəydi -1 olardı. Üst cüt olduğu üçün müsbət 1 yazıram və -4-ün kubu da bizə -64 verir. Bu da bərabərdir. -36-nın üzərinə 1 gələndə -35 eləyəcək. -35, -64 də eləyir -99. Buna görə cavabımız olacaq bizim A variantı. Növbəti dostlar, 19-cu suala baxırıq. 19-cu sualda -3 üstü 6 vurulsun 27-nin kubu bölünsün 81-in kvadratı vurulsun 243 verib. Gəlin sadələşdirək dostlar. Deməli, -3 üstü 6 yazıbdır dostlar. Deməli, mənfi ədədin üstü cüt olanda elə bizə müsbət qiymət verir. Elə mən bunu birbaşa 3 üstü 6 kimi yaza bilərəm. 27 dostlar 3-ün kubu deməkdir. Bunun da üzərində bir də kub var. 81 deməli 3 üstü 4 deməkdir. Üzərində bir də kvadratı var. Vurulsun 243 də 3 üstü 5 deməkdir. Biraz da sadələşdirsək, yuxarıda alırıq 3 üstü 6, vurulsun 3 üstü, 3'ü 3'ə vuranda 9, aşağıda 3 üstü 4'ü 2'yə vuranda 8, bir də 3 üstü 5. Və dostlar, nəticədə alırıq yuxarıda 3 üstündə 6 ilə 9-un cəmi 15 eləyir. Aşağıda da 3 üstündə 8 ilə 5-in cəmi 13 eləyir. Bu da dostlar 3 üstü 15 bölünsün 3 üstü deməli 13 deməkdir. Və əsas eyni olanda bölmə işarəsi vardırsa üstlər çıxılır. 15-dən 13-ün çıxanda qalır 2, 3-ün kvadratda olacaq 9. Yəni dostlar, cavabımız olur Y variantı. Növbəti keçirik 20-ci suala. Dostlar, 20-ci sualda -5 üstü 5 vurulsun 125-in kubu, məxrəcdə 25 üstü 4 vurulsun 625-imiz var. Gəlin sadələşdirək. Dostlar, -5 üstü 5, əgər mənfi ədədin üstü tək yazmışıqsa, bu bizə mənfi verəcək. Elə mənfini qırağa çıxardıb 5 üstü 5 şəklində yaza bilərəm. Vurulsun 125 5-in kubudur. Üzərində bir də kub var. Aşağıda 25 5-in kvadratıdır. Üzərində bir də üstü 4 var. 625 də 5 üstü 4 deməkdir. Bu da bərabərdir dostlar. Yuxarıda deməli mənfi vurulsun 5 üstü 5 vurulsun 5 üstü 3'ü 3'ə vuranda 9. Aşağıda 5 üstü 2 4'ün 8 və 5 üstü 4 var. Bu da bərabərdir. Mənfi 5 üstündə deməli əsas eyni olanda hasildə üstlər toplanır. 5 9'un cəmi 14. Aşağıda da 5 üstündə 8 4'ün cəmi 12. Bu da bərabərdir. Mənfi deməli kəsr xətti əslində bölmə deməkdir. 5 üstü 14'ü bölürük 5 üstü 12'yə. Dostlar, bu da bərabərdir. Mənfi əsas eyni olanda bölmə işarəsində üstlər çıxılır. 14'dən 12'nin çıxanda qalır 2. Yəni mənfi 25 verəcək bizə. Bu da C variantı. Dostlar, keçirik 21-ci suala. 21-ci sualda 2C vurulsun. C üstə gəlinsin. 3 var. C üstə gəlinsin 3. Çıxılsın. 2C minus 1 vurulsun. C üstə gəlinsin 5 var. Və kənarda da minus 5. Bizdən ifadəni sadələşdirmək istəyir. Dostlar, gəlin sadələşdirək. Bərabərdir. 2C-ni C-yə vuranda 2C kvadrat. 2C-ni müsbət 3'ə vuranda 6C. Çıxılsın. 2C-ni C-yə vuranda 2C kvadrat. 2C-ni deməli 5'ə vuranda 10C eləyir. Qarşıda mənfi var deyən minus 10C. Sonra mənfi 1'i C-yə vuranda mənfi C. Qarşıda mənfi var deyən müsbət C. Mənfi 1'i 5'ə vuranda mənfi 5. Qarşıda mənfi var deyən müsbət 5. Və bir də çıxılsın 5'imiz var. Bu da bərabər dostlar. 2C kvadratlar gedir əks işarəli olduğu üçün. 5'lər də gedir. 6C'dən 10C'ni çıxanda mənfi 4C. Üzərinə C-də gələndə mənfi 3C almış oluruq. Dostlar, bu da mənfi 3C, yəni A variantı. Keçirik növbəti 22-ci suala. Dostlar, 22-ci sualda 2B vurulsun. B minus 1
Çıxılsın 2 vurulsun b minus 1, b plus 1 və çıxılsın bir də 2'miz var. Bərabərdir. Dostlar 2b'ni b'yə vuranda 2b kvadrat, 2b'ni mənfi 1'ə vuranda mənfi 2b. Sonra çıxılsın 2 vurulsun. Baxın, bu mötərizənin açılışı b minus 1, b plus 1. B kvadrat minus 1 deməkdir. Və çıxılsın bir də 2 var. Bundan sonra bu da bərabərdir. 2b kvadrat minus 2b. Mənfi 2'ni b kvadrata vuranda minus 2b kvadrat. Mənfi 2'ni mənfi 1'ə vuranda müsbət 2. Çıxılsın bir də 2 var. Buradan deməli b kvadratlar gedir. 2'lər də gedir. Qalır yerdə mənfi 2b. Buna görə cavabımız olur Y variantı. Dostlar, keçirik 23-cü suala. Aha, 23-də deyir ki, ən kiçik 2n plus 1 olan 3 ardıcıl tək ədədin cəmini tapın. Dostlar, ən kiçik 2n plus 1-dirsə, növbəti ədədlər deməli bundan böyükdür. 3 ardıcıl tək ədəd deyir. Baxın, tək ədədləri yazsam 1, 3, 5, 7, 9 və s. Hər bir növbəti tək ədəd əvvəlki ədəddən 2 böyük olur. Onda dostlar, bizdə kiçik ədəd 2n plus 1-dirsə, hər növbəti bundan 2 böyük olmalıdır. Onda növbətisi olacaq 2n üstəgəl 3 və növbəti də olacaq 2n üstəgəl 5. Deməli, hər növbəti əvvəlkindən 2 böyük olur. Bizə deyir ki, bu tək ədədlərin cəmini tapın. Dostlar, bunları da toplasam, bu da bərabərdir. 3 dənə 2n'imiz var, yəni 6n. 1, 3, 5'in də cəmi bizə 9 verəcək. 6n üstəgəl 9, bu da C variantıdır. Növbəti dostlar, gəlirik 24-cü suala. 24'də deyir, ən böyüyü 2n minus 1 olan 3 ardıcıl tək ədədin cəmini tapın. Dostlar, bayaq dediyimiz kimi, tək ədədlər hər növbəti tək ədəd əvvəlkindən 2 böyük olur. Məsələn, 5, 7, 9, 11, 13 və s. Bizə deyir ki, ən böyük olanı 2n minus 1'dir. Onda bundan əvvəlki bundan 2 kiçiymiş. Yəni 2n minus 3 imiş. Bundan əvvəlki də 2n minus 3'dən 2 kiçiymiş. Yəni 2n minus 5 imiş. Çünki bizə deyir ki, bunların içərisində ən böyüyü 2n minus 1'dir. Onda dostlar, məndən bu 3 ədədin cəmini istəyir. Bunları da toplasaq bərabərdir. 6n, mənfi 5, mənfi 3, mənfi 1'i də toplayanda çıxılsın 9. Bu da olacaq bizdə A variantı. Dostlar, növbəti 25'ə baxırıq. 25'dən deyir, ABC ədədindən çıxırıq, deməli, BA ədədinə. ABC 3 rəqəmli ədədindən BA 2 rəqəmli ədədini çıxırıq. Dostlar, ümumiyyətlə, gəlin belə eləyək. ABC 3 rəqəmli ədədsə, C burada təklikdir, B onluqdur və A 100'lük mərtəbə vaididir. Onda dostlar, ABC-ni mən mərtəbə vaidlərinə görə açsam, bizim 100 sayda A'mız var, 10 sayda B'miz var və C sayda təkliyimiz var. Və çıxılsın burada, deməli, B-anı da təkli onluğa açsaq, A sayda təkliyi var, B sayda onluğu var. Onda mötərizdə yazıram, bu da olacaq 10B üstəgəlinsin A şəklində. Bu da bərabərdir dostlar. Mötərizəni açsam, 100A üstəgəl 10B üstəgəl C, çıxılsın 10B, çıxılsın A olacaq. Deməli, 10B'lər gedir. 100A'dan A-nı çıxanda 99A üstəgəlsin C qalır. Bu da olacaq bizdə, deməli, B variantı. Dostlar, keçirik 26-cı suala. 26 oxşar sualdır. Deyir ki, ACB 3 rəqəmli ədədindən çıxırıq, deməli, CA 2 rəqəmli ədədinə. Dostlar, yenə ədədi mərtəbə vaidlərinə görə yazırıq. Deməli, B təklik mərtəbə vaididir, C onluqdur, A da 100'lük mərtəbə vaididir. Onda 100 sayda A'mız var, 10 sayda C'miz var və B sayda təkliyimiz var. Bundan çıxırıq, ifadə olduğu üçün mötərizədə yazacağım. Deməli, A təklikdir, C də onluqdur. Onda 10C üstəgəlinsin A-nı. Və dostlar, 100A üstəgəl 10C üstəgəl B, çıxırıq 10C, çıxırıq A-nı. Mötərizəni açıb yazdıq. Buradan baxın, 10C'lər işarələri əks olduğu üçün gedir. 100A'dan A-nı çıxanda 99A və üstəgəlsin B qalır. Buna görə doğru cavabımız Y variantdır. Üzrü sayın dostlar, mən 25'in variantını yazdım. Deməli, bu neçənci sual idi? 26. 26'da 99A üstəgəl B, bu da olacaq bizdə A variantı. Dostlar, keçirik bundan sonra 27-ci suala. 27'dən dostlar, deyir ki, 22 üstü 4 vurulsun 8 üstü 4 bölünsün məxrəcdə 121 üstü 2 vurulsun 4 üstü 6 bərabərdir. Dostlar, biz bunu necə eləyə bilərik? Bunu götürüb yazırıq. Deməli,
22-ni yaza bilərəm. Deməli 11 üstü 4 vurulsun 2 üstü 4 şəklində. 8 də yaza bilərik. Deməli 2 üstündə 2-nin kubu üstündə də 4 şəklində. Aşağıda 121 11-in kvadratıdır. Üzərində də 2 yazırıq. 4 də 2-nin kvadratıdır. Üzərində 6 yazırıq. Dostlar, bu da bərabərdir. Deməli 11 üstü 4 vurulsun 2 üstü 4 vurulsun 2 üstündə 3-ü 4-ə vuranda 12. Məxrəcdə də 11 üstü 4 vurulsun 2 üstündə 2-ni 6-ya vuranda 12. Dostlar, 11 üstü 4-lər surət məxrəcdə var, ixtisar olunur. 2 üstü 12-lər də ixtisar olunur. Yerdə 2 üstü 4, bu da bərabərdə 16 qalır. Yəni cavabımız A variantıdır. Dostlar, növbəti 28-ə baxırıq. 26 üstü 4 vurulsun 8-in kubu bölünsün 169-un kvadratı vurulsun 4 üstü 5 verib. Sadələşdirsək, 26 bizdə 2 vurulsun 13 deməkdir. Deməli 2 üstü 4, 10 üstü 4 yazırıq. 8 də 2-nin kubudur. Bunun da üzərində bir də kub var. 169 13-ün kvadratıdır. Üzərində bir də kvadratı var. 4 2-nin kvadratıdır. Üzərində bir də 5-imiz var. Bu da bərabərdir. Dostlar, biraz da bunu sadələşdirsəm, deməli yuxarıda 2 üstü 4 vurulsun 13 üstü 4 vurulsun 2 üstündə 3-ü 3-ə vuranda 9. Aşağıda da 13 üstü 4 vurulsun 2 üstündə 2-ni 5-ə vuranda 10. Dostlar, 13 üstü 4-lər buradan ixtisar olunub gedir. Yuxarıda olacaq 2 üstündə. Əsaslar eyni olanda üstlər toplanıb yazılır. 4 ilə 9-u toplayıram, 13 alıram. Aşağıda da 2 üstündə 10 var. Və dostlar, bu da 2 üstü 13 bölünsün 2 üstündə 10 deməkdir. Və əsas eyni olanda bölmə işarəsində üstlər çıxılır. 13-dən 10-nu çıxanda 3 qalır. Bu da bərabərdir 8-ə. Yəni doğru cavabımız B variantı olacaq. Dostlar, keçirik 29-cu suala. 29-da x minus 4 vurulsun x plus 8 çıxılsın x plus 2-nin mötərizə kvadratı bərabərdir. Dostlar, vurub açanda biz bilirik ki, çoxhədli çoxhədliyə vuranda birincini birinciyə vururam x kvadrat, birincini ikinciyə vururam 8x, ikincini birinciyə vururam mənfi 4x-a mənfi 4x və mənfi 4-ü bir də 8-ə vururuq, minus 32. Və çıxılsın, mötərizə daxilində bu birinin açılışını yazırıq. Birincinin kvadratı, birincinin ikinci hasilinin 2 qatı və ikinci həddin kvadratı olacaq 4. Bu da bərabərdir dostlar. X kvadrat 8x-dan 4x-in çıxanda müsbət 4x minus 32. Mötərizəni açsam mənfi x kvadrat minus 4x minus olacaq 4. Bərabərdir. Dostlar, x kvadratlar gedir. 4x-lar da gedir. Mənfi 32, mənfi 4 eləyəcək mənfi 36. Buna görə cavabımız olur Y variantı. Növbəti keçirik dostlar 30-cu suala. 30-cu sualda 2y minus 3x vurulsun. Deməli, burada varımızdır 9x-in kvadratı üstə gəl 6xy üstə gəlsin 4y-in kvadratı bərabərdir. Dostlar, deməli 2y çıxılsın 3x vurulsun. Mən burada yer dəyişmə eləyirəm. 4y-in kvadratı üstə gəlsin 6xy üstə gəlsin 9x-in kvadratı. Sadəcə ikinci mötərizənin birinci və sonuncu həddinin yerini dəyişdirdim. Dostlar, biz bilirik ki, A kub çıxılsın B kubun açılışı belədir ki, deməli A kub minus B kub bərabərdir. A çıxılsın B vurulsun. Birincinin kvadratı üstə gəlsin, birincini ikinciyə vururuq, üstə gəlsin ikinci həddin kvadratı. Bu şəkildə yazmalıyıq. İndi dostlar, görək bu şərt ödənir yoxsa yox. Burada baxsaz, deməli, baxın, burada birinci həddimiz bizim nədir? 2y-dir. 2y-in kvadratını yazmışıq. Sonra, deməli, üstə gəlinsin, birinci ilə ikincinin bir-birinə hasili 2y-i 3x-ə vuranda 6xy və mənfi 3x-in də kvadratı 9x kvadrat eləyir. Deməli, düz gəlir. Onda bu o deməkdir ki, A kub minus B kubuymuş. Yəni, buradan alırıq ki, 2y-in mötərizə kubu çıxılsın 3x-in deməli mötərizə kubu olmalıdır. 2y-in mötərizə kubu 8y kubu eləyəcək və 3x-in mötərizə kubu da 27x-in kubu eləyəcək. Bu da bizdə doğru cavab olaraq 8y kub çıxılsın 27x kub, bu da B variantıdır. Doğru cavabımız deməli B olacaq. Dostlar, keçirik 31-ci suala. 31-ci sualda 2x üstə gəlsin 5y vurulsun 4x-in kvadratı minus 10xy üstə gəlinsin 25y-in kvadratı. Deməli dostlar, baxın, bu da bizdə baxın A kub üstə gəlinsin B kubun açılışıdır.
Həqiqətən də açılış belədir ki, A üstə gəl B vurulsun. A-nın kvadratı minus AB üstə gəlsin B-nin kvadratı. İndi baxın dostlar, 2x-in kvadratı 4x kvadrat eləyir. Deməli, 2x-i 5y-ə vuranda bizə 10xy verəcək və ikinci əddə minus yazmalıyıq. 5y-in kvadratı da bizə 25y kvadrat verir. Deməli, bu həqiqətən də A kub plus B kubdur. Burada A 2x-dir, B də 5y-dir. Onda 2x-in mötərizə kubunun üzərinə gəlirəm 5y-in mötərizə kubunu. Bu da eləyir 8x kub üstə gəlinsin 125 y-in kubu. 8x kub üstə gəlsin 125 y-in kubu, bu da olacaq deməli Y variantı. Dostlar, keçirik bundan sonra 32-ci suala. 32-ci sualda yenə çoxhəddi şəklində göstərmək istəyir bizdən. Deməli, 2x çıxılsın 3y vurulsun 3x üstə gəlsin 2y yazıb. Üstə gəlsin bir də y vurulsun 6y, üstə gəl 5x, üstə gəl bir də y-imiz var. Gəlin sadələşdirək. Dostlar, qayda belə idi ki, birincini birinciyə vururdum, 6x-in kvadratı. Birincini ikinciyə vururdum, 2x-i 2y-ə vuranda bizə müsbət 4xy verir. Mənfi 3y-ə 3x-ə vuranda mənfi 9xy verir. Mənfi 3y-i 2y-ə vuranda mənfi 6y-in kvadratı. Keçdik digər mötərizəyə. Y-i 6y-ə vuranda 6y kvadrat, üstə gəlsin 5xy və üstə gəlsin y-imiz var. Dostlar, bu da bərabərdir 6x kvadrat. Deməli, xy olanlara baxıram. Deməli, 4xy-lə 5xy-in cəmi 9xy eləyir. 9xy-də çıxanda xy-lər gedir, qalmır. 6y kvadratları da bir-birini aparır. Yerdə bir də qalır plus y. Deməli, 6x-in kvadratı üstə gəl y olmalıdır. Bu da bizə doğru cavab olaraq D variantını verəcək. Növbəti dostlar, keçirik 33-cü suala. 33-də A üstə gəlsin B vurulsun. 2A üstə gəl 3B və çıxılsın A vurulsun 2A üstə gəlsin 5B. Bir də plus A-mız var. Bərabərdir. Dostlar, vurub açsaq, A-nı 2A-ya vuranda 2A kvadrat, A-nı 3B-yə vuranda 3AB, B-ni 2A-ya vuranda 2AB və B-ni 3B-yə vuranda müsbət 3B-nin kvadratı. Ardınca mənfi A-nı 2A-ya vuranda mənfi 2A kvadrat, mənfi A-nı müsbət 5B-yə vuranda mənfi 5AB və plusda kənarda A-mız var. Dostlar, buradan da 2A kvadratlar gedir. 3AB ilə 2AB-nin cəmi 5AB-dir. 5AB-nin çıxanda da ümumiyyətlə AB-lər də gedir. Yerdə qalır 3B kvadrat üstə gəlsin A. 3B kvadrat üstə gəlsin A. Bu da bərabərdir. Deməli, C variantı. Növbəti dostlar, keçirik 34-cü sual. 34-də 100-ün kvadratı çıxılsın 98-in kvadratı bərabərdir bizdə 2A-ya. Bizə deyir ki, A nəyə bərabərdir, bunu tapın. Dostlar, mən bunu belə yaza bilərəm. Yazırıq, deməli, 100-ün kvadratı çıxılsın 98-in kvadratı bizdə bərabərdə A kvadrat minus B kvadrat kimi baxsaq, A ilə B-nin cəmi A ilə B-nin fərqidir. Yəni, 100 üstə gəlsin 98, bir də 100 çıxılsın 98 deməkdir. Onda, dostlar, bu da bərabərdir 2A. 100-ün üzərində 98 gəlini 198 eləyir. 100-dən 98 çıxanda 2 qalır. Bərabərdir 2A-ya. 2-lər ixtisar getsə, qalır A bərabərdir elə 198-ə. Deməli, doğru cavabımız D variantıdır. Dostlar, keçirik növbəti 35-ci suala. 35-ci sualda bizə deyir ki, A üstə gəl B bərabərdir 4-ə. A üstə gəl 2 vurulsun B plus 2. Çıxılsın A minus 2 vurulsun B minus 2. Bu ifadənin deməli qiymətini tapın. Dostlar, birinci bu ifadəni sadələşdirərəm. Bu ifadəni vurub açsaq, A-nı B-yə vururuq. Üstə gəlsin, A-nı 2-yə vururuq. Üstə gəlsin, 2-ni B-yə vururuq və 2-ni 2-yə vururuq. Çıxılsın, A-nı B-yə vuranda oldu mənfi AB. A-nı mənfi 2-yə vuranda mənfi 2A, qarşıda bir dənə də mənfi olduğu üçün müsbət 2A. Mənfi 2-ni B-yə vuranda mənfi 2B, qarşıda bir dənə də mənfi var, müsbət 2B. Mənfi 2-ni mənfi 2-yə vuranda mənfi 4, müsbət 4. Qarşıda bir dənə də mənfi var deyə olacaq mənfi 4. Bu da bərabərdir dostlar. Buradan AB-lər gedir. 2A-mız var, burada da 2A-mız var. Bizə 4A verəcək. 2B, burada da 2B. Bizə 4B verəcək. Və 4-lər də müsbət mənfi bir-birini aparır. Onda 4-ü də çıxartsam, qalır 4 vurulsun A plus B. Bu da 4 vurulsun A plus B. 4-üydü, bərabərdir 16-ya. Deməli, 35-də doğru cavabımız 16 olacaq.
Dostlar, keçirik növbəti 36-cı suala. 36-cı sualda deyir ki, 7a kvadrat vurulsun 3b üstündə deməli m plus 3. Bir hədlisinin dərəcəsi 11 olarsa, m-i tapın nəyə bərabərdir? Dostlar, bu ifadəni biraz sadələşdirsəm, deməli 7-ni 3-ə vuranda 21 vurulsun a-nın kvadratı b üstündə deməli m plus 3. Dostlar, biz bir hədlinin dərəcəsini axtaranda üstləri toplayırdıq. Onda a-nın qüvvəti 2-dir, b-nin də qüvvəti m plus 3-dür. Və bizə deyir ki, bu bir hədlinin dərəcəsi 11-dir. Bərabər edirik 11-ə. Yəni, m üstə gəlsin 5 bərabərdir 11. Buradan da alırıq ki, m bərabərdir 11-dən 5 çıxanda 6. Deməli, doğru cavabımız B variantıdır. Dostlar, növbəti baxırıq 37-ci suala. 37-də 7a üstü 8 vurulsun 8x üstündə m plus 3. Deyir, bu bir hədlinin dərəcəsi 19 olarsa, n-i tapın. Baxın, mən bunu biraz sadələşdirirəm. 7-ni 8-ə vuranda 56, vurulsun a üstü 8, deməli x üstündə m plus 3. Bir həddin dərəcəsini tapanda dəyişənlərin üstlərini toplayırdıq. Yəni 8 ilə m plus 3-ü toplayıram. Bərabərdir, deyir ki, dərəcə 19-dur, 19-a. Buradan n üstə gəlsin 11 bərabərdir 19, n də bərabərdir 19-dan 11 çıxanda qalacaq 8. Deməli, cavabımız olmalı 8, bu da Y variantı. Dostlar, keçirik 38-ci suala. 38-də 3 üstü 12 vurulsun 9 üstü 4 bölünsün 27 üstü 6. Deyir, ifadənin qiymətini tapın. Dostlar, 3 üstü 12 vurulsun 9 özü 3-ün kvadratıdır. Bunun üstü 4. Məxrəci də 27 3-ün kubudur. Bunun da üstündə 6. Bərabərdir. Deməli, 3 üstü 12 vurulsun 3 üstündə 2-ni 4-ə vuranda 8. Aşağıda da 3 üstündə 3-ü 6-ya vuranda 18. Bu da bərabərdir. 3 üstü 18-də yuxarıda deməli hasildirsə eyni əsasdan hasili tapanda üstlər toplanır. 12 ilə 8-in cəmi 20 eləyir. Dostlar, bu da bərabərdir. 3 üstü 20 bölünsün 3 üstü 18-ə. Əsaslar eyni olanda bölmə işarəsi veribsə üstlər çıxılır. Yəni 20-dən 18-i çıxıram 2 qalır. Bu da bərabərdir 9-a. Deməli 38-də doğru cavabımız 9-dur Y variantı. Növbəti suala baxırıq dostlar. 39. 5 üstü 12 vurulsun 25 üstü 7. Məxrəcdə də 125 üstü 8 verib. Dostlar, sadələşdirsək 5 üstü 12 vurulsun 25 5-in kvadratıdır. Bunun da üzərində 7 var. 125 5-in kubudur. Bunun da üzərində 8 var. Bərabərdir. Deməli, yuxarıda 5 üstü 12 vurulsun 5 üstündə 2-ni 7-yə vuranda 14 alırıq. Aşağıda da 5 üstündə 3-ü 8-ə vuranda 24 alırıq. Bu da bərabərdir. 5 üstü 24-də. Yuxarıda deməli, əsaslar eyni olduğu üçün üstlər toplanır. 12-ni 14 toplayanda alıram 26 və deməli 5 üstü 26-nı bölürük 5 üstü 24-ə. Əsas eyni olanda bölmə əməlində üstlər çıxılırdı. 26-dan 24 çıxanda qalır burada 2. Bu da bərabərdir dostlar 25. Yəni cavabımız Y variantıdır. Dostlar, keçirik növbəti 40-cı suala. 40-cı sualda dostlar A üstü 4 üstü 5 vurulsun A üstü 12. Deyir, ifadəni əsası A olan qüvvət şəklində göstərin. Gəlin sadələşdirək. Bu zaman A üstündə 4-ü 5-ə vuranda 20 alırıq. Vurulsun A üstü 12 və əsas eyni olanda üstlər toplanır. 20 ilə 12-ni də toplayanda eləyir 32. A üstü 32, bu da olacaq bizdə B variantı. Dostlar, keçirik 41-ci suala. 41-də B üstü 4-ün bir də üstü 4 vurulsun B üstü 5 verib. Deməli, B üstündə 4-ü 4-ə vurub 16 alıram. B üstü 5-imiz var bir də. Əsas eyni olanda hasildə deməli üstlər toplanır. 16 5-in cəmi eləyir 21. Bu da bərabər olacaq deməli A variantı. Növbəti dostlar 42-ci suala baxırıq. 42-də deyir ki, A bərabərdir mənfi 4,2, B bərabərdir 2,1 və C də bərabərdir bizdə 3-ə. Və bizə deyir ki, 3A çıxılsın 5B minus 6C ifadəsini həll eləyin. Dostlar, birincisi burada mötərizəni yazmasaq da olar. Yazırıq 3A çıxılsın 5B minus deməli 6C bərabərdir. 3-ü vururam A-ya, yəni mənfi 4,2-yə. Çıxılsın 5-i vururam deməli B-yə. 2,1-ə. Və dostlar, çıxılsın 6-nı da vururuq C-yə, yəni 3-ə. Bu da bərabərdir. 3-ü deməli mənfi 4,2-yə vuranda.
Deməli 3 2-nin 6, 4 3-ün 12, mənfi 12,6 eləyəcək. Çıxılsın 5-i 2,1-ə vuranda 5 1-in 5, 5 2-nin 10, mənfi 10 onda 5 və çıxılsın 6-nı 3-ə vuranda da 18. Dostlar, bu da bərabərdir. 3-ü də mənfi olduğu üçün mənfi yazırıq, ədədləri toplayırıq. 12 onda 6 ilə 10 onda 5-i toplasaq, eləyəcək 23 onda 1. 23 onda 1-in üzərinə 18 gələndə alırıq, deməli 41 onda 1. Mənfi 41,1 və bu da bərabərdir bizdə, deməli D variantı. Dostlar, baxırıq 43-cü suala. 43-cü sualda da dostlar oxşar qaydada gedir. Deməli A bərabərdir 4,1, B bərabərdir mənfi 6,1 və C də bərabərdir 3,2-yə. Bizə deyir ki, 3A çıxılsın 4B minus 7C. Dostlar, yenə mötərizəni yazmasaq da olur. 3A minus 4B minus deməli 7C bərabərdir. 3-ü vururam A-ya 4,1-ə. Çıxılsın 4-ü vururam mənfi deməli 6,1-ə. 6,1-ə. Çıxılsın 7-ni vururuq 3,2-yə. Bərabərdir. Dostlar, 3-ü 4,1-ə vuranda alırıq 12,3. Mənfinin mənfisi müsbət eləyir. Üstə gəlinsin. 4-ü 6,1-ə vuranda alırıq 24,4 və çıxılsın 7-ni 3,2-yə vuranda alırıq deməli 22,4. Bu da bərabərdir. Dostlar, deməli 24,4-dən elə birbaşa 22,4-ün çıxsam, qalır 2. 2-nin də üzərinə 12,3 gələndə eləyəcək 14,3. Yəni doğru cavabımız, üzrü sayın, D variantı yox. Az qalsın səhv getmişdi. 14,3 hansı variantdır? B variantı. Deməli doğru cavabımız B variantı olacaq. Dostlar, keçirik 44-cü suala. 44-də deyir ki, A üstü 10 vurulsun A üstü mənfi 2 bölünsün A üstü mənfi 3. Deyir ki, bu ifadəni sadələşdirin. Dostlar, bu da bərabərdir. Mən 3-ünü də eyni işarəyə gətirərəm. A üstü 10 vurulsun A üstü mənfi 2. Bölməni vurma ilə əvəz eləyirəmsə, üstün işarəsi dəyişir. Bölmənin yerinə vurma yazıramsa, bu zaman mənfi 3 isə müsbət 3 olacaq. Bu da bərabərdir dostlar. Eyni əsasdan hasillərdirsə, bu zaman üstlər toplanır. 10 üstə gəlirsə mənfi 2, bir də plus 3 yazırıq. Bu da bərabərdir. A üstündə 10 ilə mənfi 2-nin cəmi 8 eləyir. Bir də 3 gələndə 11. Deməli A üstü 11, bu da C variantı. Dostlar, bundan sonra 45-ci suala baxırıq. 45. 45-də deyir ki, 3A kvadrat B üzərində 3 vurulsun. Mənfi 3-də 1 AB-nin kvadratı üzərində də 2. Bizə deyir ki, bir hədlisinin qüvvəti əmsalından neçə dəfə böyükdür? Dostlar, birinci mən bunu sadələşdirməliyəm. Birinci mötərizəni sadələşdirsəm, 3-ün kubu 27, A kvadratının kubu A üstündə 2-ni 3-ə vuranda 6 edir və B-nin kubu. Vurulsun. Mənfi 3-də 1-in kvadratı, mənfinin kvadratı müsbət edir 9-da 1. A-nın kvadratı, B kvadratın kvadratı da B üstü 4 deməkdir. Bunu birazca da sadələşdirsək, 27 ilə 9 ixtisar gedir, 3 qalır. Vurulsun. A üstü 6, A üstü 2. A üstü üstlər toplanır, 8 yazırıq. B kub, B üstü 4, bu da eləyəcək B üstü 3 ilə 4-ün cəmi 7 yazırıq. Və dostlar, buradan alırıq ki, əmsal bərabərdir bizdə 3-ə və qüvvət də bərabərdir 8, 7-nin cəmi 15-ə. Bizə deyir ki, bir hədlinin qüvvəti əmsalına neçə dəfə böyükdür? Qüvvəti əmsala bölsəm, bərabərdir 5 dəfə. 5 dəfə böyükdür, bu da B variantı. Dostlar, növbəti 46-ya baxırıq. 46-dan 2A-nın kubu, B-nin kubu üzərində 3 vurulsun. Mənfi 2-də 1, A-nın kvadratı, B-nin üzərində 2. Bu da bərabərdir. Dostlar, sadələşdirsək, deməli 2-nin kubu 8, A kubunun kubu A üstü 9, B kubunun kubu B üstü 9 vurulsun. Mənfi 2-də 1-in kvadratı müsbət 4-də 1, A kvadratın kvadratı A üstü 4 və B-nin kvadratı. Bunu da sadələşdirəndə 8 ilə 4 ixtisar gedir, 2 qalır. A üstündə 9, 4-ün cəmi 13, B üstündə deməli 9, 2-nin cəmi 11. Və bizə nə deyir? Deyir ki, bir həddisin qüvvəti əmsalından neçə dəfə böyükdür? Dostlar, əmsal bərabərdir 2-yə, qüvvət də deməli bərabərdir üstlərin cəmi. 13 ilə 11-in cəmi 24-ə.
Qüvvət əmsaldan neçə dəfə böyükdür deyəndə qüvvəti əmsala bölürəm, bu da bərabərdir 12. Deməli, bir hədinin qüvvəti əmsalından 12 dəfə böyükdür. Bu da Y variantı. Dostlar, keçirik bundan sonra 47-yə. 47-də deyir ki, n ədədi bərabərdir 2 üstü 12 minus 1. Deyir, aşağıdakilərdən hansı tam ədəd deyil? Dostlar, gəlin birinci n ədədini sadələşdirək. Bu zaman 2 üstü 12 minus 1-i mən yaza bilərəm 2 üstü 6-nın kvadratı çıxılsın 1-i də 1-in kvadratı. Dostlar, bu zaman alırıq ki, A üstə gəl B və vurulsun açılsın B. Yəni, bunun açılışıdır bu. Yəni, 2 üstü 6 üstə gəl 1, vurulsun 2 üstü 6 çıxılsın 1 şəklində yaza bilərəm. Dostlar, 2 üstü 6 bizdə neçə eləyəcək? 64. Üstə gəl 1 və alıram 64 çıxılsın 1. Bu da bərabərdir. 64-ün üzərinə 1 gələndə 65 eləyir. 64-dən 1 çıxanda 63 eləyir və vuruqları ayırsam 64 5 ilə 13-ün hasilidir. 63 də deməli 63 hissəsini ayıra bilərik ilə olduğu kimi saxlayaq. Dostlar, bizə deyir ki, aşağıdakilərdən hansı tam ədəd deyil? Baxın, bu ədədi mən 21-ə bölsəm, baxın, tutaq ki, 65 vurulsun 63 hasilini mən 21-ə bölmək istəyirəm. 63 ilə 21 tam şəkildə ixtisar gedir, 3 qalır. 65-in 3 qatı qalacaq. Yəni, bizə tam ədəd verəcək. Dostlar, bu hasili 13-ə bölsəm, rahatlıqla görürük ki, içərisində 13 vuruğu var. Yəni, bu da tam ədəd eləyəcək. Bu hasili 5 vurulsun 13, vurulsun 63. Deməli, bu hasili 45-ə bölsək, 5 ilə 45 ixtisar gedir, 9 qalır. 9 ilə də 63 ixtisar gedir, 7 qalır. 13 7-nin eləyəcək 91. Bu da tam eləyir. Bu hasili 11-ə ixtisar eləməyə çalışsaq, 11-ə ixtisar olunmayacaq. Çünki dostlar, bu ədədlərin içində 11 vuruğu yoxdur. Baxın, 5 vur 13 vurulsun. 63-ü də 9 7 kimi ayıra bilərəm. Yəni, bu ədəd 11-ə ixtisar olunmayacaq. Ona görə tam ədəd verməyəcək. Yəni, D variantı. Dostlar, keçirik buradan 48-ə. 48-ci sualda deyir ki, n bərabərdir 2 üstü 12 çıxılsın 1 olarsa, aşağıdakilərdən hansı tam ədəddir? Dostlar, bayaq biz bunun açılışını yazdıq. 2 üstü 6 üstə gəl 1, 2 üstü 6 çıxılsın 1 kimi açılışını yazdıq. Bu da bərabər oldu. 64 üstə gəl 1 vurulsun 64 çıxılsın 1. Bu da bərabərdir 65 vurulsun 63-ə. Dostlar, 65 vurulsun 63. Yəni, n bizdə bərabərdir. Baxın, bu hasilə heç vurub hesablamaqda ehtiyac yoxdur. Bu hasili mən, deməli, 18-ə bölsəm, 18 ilə deməli 63 9 ixtisar gedir. Aşağıda 2 qalır, yuxarıda da 7 qalır. Deməli, yuxarıda ümumiyyətlə cüt bir şey olmadığı üçün, cüt bir ədəd olmadığı üçün bu 2-yə tam bölünməyəcək. Yəni, n-in 18-ə nisbəti bizə kəsir qiymət verir. Tam qiymət vermir. A variantı ödəmir. Bizdən tam istəyir burada. N-in 13-ə nisbəti 65 vurulsun 63 ədədinin 13-ə nisbəti. Dostlar, 13 ilə 65 ixtisar gedəndə 5 qalır. 5-i də 63-ə vuranda bizə 315 verəcək. Yəni, tam ədəd verir. Bu da olacaq bizdə B variantı. Dostlar, keçirik bundan sonra 49-cu suala. 49-da deyir ki, x minus 2 vurulsun, x üstə gəl 2 vurulsun, bir də x kvadrat üstə gəl 4 verib. Dostlar, x minus 2-ni x plus 2-yə vuranda elə bil a minus b, a plus b-dir. Bizə a kvadrat minus b kvadrat verir. Yəni, birincinin kvadratı çıxılsın, ikincinin kvadratı. Və vurulsun bir də x kvadrat plus 4-ümüz var. Yenə əslində eyni düsturdan istifadə edirik. A minus b, a plus b, a kvadrat minus b kvadrat verir. Onda x kvadratının kvadratından çıxıram 4-ün kvadratına. Bu da x üstü 4 minus 16 olacaq. Buna görə cavabımız olur bizim Y variantı. Növbəti dostlar, oxşar qaydada 50-ci sualda həll edə bilərik. 50-də y üstə gəl 3 vurulsun y minus 3 vurulsun y kvadrat plus 9 verib. Bu da bərabərdir. Y üstə gəl 3 y minus 3 bizə deməli y kvadrat minus 9 verir. Vurulsun y kvadrat plus 9 var. Buna da a minus b, a plus b-ni tətbiq eləsəm, birincinin kvadratı çıxılsın ikincinin kvadratı. Yəni, y üstü 4 çıxılsın 81 alacam. Bu da olur bizdə deməli A variantı. Növbəti dostlar 51-ə baxırıq. Mənfi 3 üstü 4 vurulsun 12 üstü 2 bölünsün 6-nın kvadratının üzərində bir də 2. Bu da bərabərdir. Dostlar, bunu sadələşdirsək, mənfi 3 üstü 4, üst cüt olduğu üçün mənfi yazmağın mənası yoxdur. Elə bunu 3 üstü 4 kimi yaza bilərəm. 12 bizdə deməli 3 vurulsun 4-ün hasilidir. Ona görə 12-nin kvadratını 3-ün kvadratı 4-ün kvadrat kimi yazmaq olar. Aşağıda dostlar,
6 üstü 2, bir də üstü 2, 6 üstündə deməli 2-ni 2-yə vuranda 4 eləyir. Bu şəkildə yaza bilərik. Bu da bərabərdir. Deməli 3 üstü 4 vurulsun, 3-ün kvadratı vurulsun, 4-ə 2-nin kvadratı kimi baxıram. Üzərində bir də kvadrat var. Aşağıda da 6-ya 2 vur 3 kimi baxsam, 6 üstü 4 deyəndə 2 üstü 4 vurulsun 3 üstü 4 kimi yaza bilərik. Bu da bərabərdir dostlar. Deməli buradan 3 üstü 4-lər ixtisar olunub gedir. Yerdə qalır 3-ün kvadratı vurulsun. 2 üstündə 2-ni 2-yə vuranda 4 eləyir. Aşağıda da 2 üstü 4 var. 2 üstü 4-lər də gedəndə 3-ün kvadratı qalır. Bu da bərabərdir 9-a. Yəni doğru cavabımız olacaq A variantı. Dostlar, bundan sonra baxırıq 52-ci suala. 52-ci sualda deyir ki, 2a kub çıxılsın 3b kvadratın kvadratı bərabərdir. 4a üstü 6 üstəgəl k üstəgəl m bərabərliyi eynilik olsun. Yəni k-nı, m-i buna əsasən tapmalıyıq. Dostlar, gəlin yazaq. Deməli 2a kub çıxılsın 3b-nin kvadratı, bir də kvadrat bərabərdir. 4a üstü 6 üstəgəl k üstəgəlsin m. Buradan birincini sadələşdirsək, a minus b-nin kvadratının açılışı. Birincinin kvadratı çıxılsın birinci ilə ikincinin hasilinin 2 qatı, üstəgəlsin ikincinin kvadratı idi. Baxın, bu düsturdan istifadə edirəm. A minus b-nin mötərizə kvadratı a kvadrat minus 2ab üstəgəlsin b-nin kvadratı. Baxın, bu şəkildə idi. Ona görə 2a kubunun mötərizə kvadratı çıxılsın 2 vurulsun 2a kub, deməli 2a kub 3b-nin kvadratı, 3b-nin kvadratı üstəgəlinsin, deməli mənfi 3b kvadratının bir də kvadratı. Bu da bərabərdir. 4a üstü 6 üstəgəl k üstəgəlsin bir də m. Biraz da sadələşdirsək dostlar. Deməli, bu bizə verəcək 4a üstü 6 çıxılsın. 2-ni 2-yə vuranda 4, bir də 3-ə vuranda 12. A kub b kvadrat üstəgəlinsin. Mənfi 3-ün kvadratı 9 və b kvadratın kvadratı b üstü 4. Bərabərdir. 4a üstü 6 üstəgəl k üstəgəlsin m. Dostlar, 4a kvadrat hər ikisində eynidir. Buradan alırıq ki, k-nın yerində mənfi 12 a kub b kvadrat qalır. M-in yerində də 9b üstü 4 dayanıb. Deməli, k-nın yerində mənfi 12 a kub b kvadrat və m-in yerində 9b üstü 4. Bu da olacaq bizdə C variantı. Dostlar, keçirik buradan 53-cü suala. 53-cü sualda bizə deyir ki, elə m çoxhədlisi tapın ki, dostlar. Deməli, m-in üzərinə 3x kvadrat minus 5xy üstəgəl 1 gəldikdə bizə 2x-in kvadratı üstəgəl 6xy minus 2y-in kvadratı versin. Baxın, bunu sadələşdirib tapa bilərik. Dostlar, buradan yazırıq. M üstəgəlinsin, mötərizəni açıram. 3x kvadrat minus 5xy üstəgəl 1 bərabərdir 2x kvadrat plus 6xy minus 2y-in kvadratı. Buradan mən elmi tapmaq üçün deməli soldakı çoxhədləri, daha doğrusu bir hədləri sağ tərəfə atıram. Bu zaman 2x kvadrat üstəgəl 6xy minus 2y kvadratı ifadəsindən 3x kvadratını çıxıram. Mənfi 5xy idi. Sağa keçəndə işarə dəyişir, müsbət 5xy olur. Müsbət 1 idi, sağa keçəndə mənfi 1 olur. Və buradan da m bərabərdir 2x kvadratından 3x kvadratını çıxanda mənfi x kvadrat, 6xy, 5xy bizə 11xy verəcək. Minus deməli 2y-in kvadratı və minus 1-imiz var. Deməli dostlar, m çoxhədlisi burada hansı oldu? Deməli mənfi x kvadrat üstəgəl 11xy çıxılsın 2y kvadrat minus 1, yəni Y variantı. Dostlar, eyni qaydada 54 də həll edə bilərik. 54-cü suala baxsaq, deyir ki, elə m çoxhədlisi tapın ki, m-lə 8xy üstəgəlsin x kvadrat minus y kvadrat. Bu ifadəni çıxanda bizə 4x-in kvadrat üstəgəlsin 10xy minus y-in kvadratı plus 3. Baxın, bu ifadəni versin. Sadələşdirsəm, baxın, mötərizəni açıram. Minus 8xy mənfini müsbət x kvadratına vuranda minus x kvadrat, mənfini mənfi y kvadratına vuranda müsbət y kvadrat və sağda da 4x-in kvadratı üstəgəl 10xy çıxılsın y kvadrat üstəgəl 3 qalır. Dostlar, buradan m-i tapsam, 4x kvadrat üstəgəl 10xy minus y-in kvadrat üstəgəl 3-dən soldakı bir hədləri çıxıram. Mənfi 8xy isə sağa atanda olacaq müsbət 8xy, mənfi x kvadrat olur müsbət x kvadrat, müsbət y kvadrat olacaq minus y-in kvadratı. Buradan m bərabərdir.
4x kvadratla x kvadratın cəmi 5x kvadrat, 10xy, 8xy bu eləyəcək 18xy, mənfi y kvadrat, mənfi y kvadrat minus 2y-in kvadratı, bir də plus 3-ümüz var. Deməli dostlar, buradan aldıq ki, bizim doğru cavabımız olacaq B variantı. Növbəti keçirik 55-ə. Deməli dostlar, 55-də sadələşmə aparsaq, 6 minus 2x-in kvadratı çıxılsın 2 vurulsun 6 minus 2x, 7 minus 4x və üstə gəlsin 7 minus 4x-in kvadratı. Dostlar, bura diqqət edirsinizsə, bax elə bir ki, bu a kvadratdır. Çıxılsın 2 vurulsun a vurulsun b və üstə gəlsin b-nin kvadratı verilib. Deməli dostlar, a kvadrat minus 2ab üstə gəl b kvadrat bizdə a minus b-nin mötərizə kvadratı idi. Yəni a-mız 6 minus 2x-dir. Ortada minus var deyə minus yazıram. B-miz də 7 minus 4x-dir. İfadə olduğu üçün mötərizədə yazdım. Bunun kvadratı. Deməli a minus b-nin mötərizə kvadratını verir bizə. Bunu da sadələşdirsək, 6 çıx 2x, mötərizəni atsam minus 7 üstə gəlsin 4x, bunun kvadratı. Bu da bərabərdir bizdə. Deməli 6-dan 7-nin çıxanda mənfi 1 və mənfi 2x-la 4x-in cəmində müsbət 2x. Bunun kvadratını verir bizə. Deməli 2x minus 1-in mötərizə kvadratı. Bunu belə də yaza bilərik. Baxın, 1 minus 2x-in mötərizə kvadrat kimi də yaza bilərik. Variantda bunlardan hansını görürüksə onu götürürük. Çünki dostlar, üstü cüt olduğu üçün 1 minus 2x də yazsaq, 2x minus 1 də yazsaq bizə ifadənin qiyməti eyni verir. Buna görə cavabımız B variantıdır. Dostlar, keçirik buradan 56-ya. 56-da deyir ki, oxşar sualda 5 çıx 4x-in kvadratı üstə gəlsin 2 vurulsun 5 minus 4x. 2x üstə gəlsin 2 və üstə gəlsin 2x plus 2-nin kvadratı. Dostlar, 5 minus 4x-ə a deyirəm. Onda a kvadrat olur. Üstə gəlsin 2 vurulsun a. 2x üstə gəl 2-yə b deyirəm. Onda üstə gəlsin bir də b-nin kvadratı. A kvadrat plus 2ab üstə gəl b kvadrat bizə a üstə gəl b-nin mötərizə kvadratını verir. Bizim a ədədimiz 5 minus 4x-dir. Üzərinə gəlirəm b ədədimiz də 2x plus 2-dir. Bunun kvadratı. Deməli, bu da bərabərdir. 5-dən 2-ni çıxanda, 5 ilə 2-nin daha doğrusu cəmi hər ikisi müsbətdir. Bu bizə 7 verəcək. Mənfi 4x-la müsbət 2x də mənfi 2x verir. Bunun kvadratı. 7 minus 2x-in mötərizə kvadratı, bu da D variantıdır. Dostlar, keçirik bundan sonra 57-ci suala. 57-ci sualda mənfi a kvadrat üstə gəl 5a plus 1 ifadəsinin ən böyük qiymətini tapın deyir. Dostlar, ifadənin ən böyük qiymətini tapmaq üçün, ən böyük və yaxud da ən kiçik qiymətini tapmaq üçün biz onun təpə nöqtəsinin tapılmasından istifadə edirik. Dostlar, təpə nöqtəsini tapanda x0 bərabər idi. Mənfi b böl 2a-dan istifadə edirik. Yəni, normalda kvadratik ifadə verəndə ax kvadrat üstə gəl bx üstə gəl c formasında olur. Burada x0 bərabərdir mənfi b böl 2a-ya. Və y0 da bərabərdir. Aparıq funksiyada x0 qiymətini yerinə yazıb həll edirik. Baxın, bu düsturdan istifadə edirik. İndi dostlar, bizim deməli x0-ımız bərabərdir mənfi b böl 2a. Yəni, mənfi ikinci əmsal bölürük birinci əmsalın 2 qatına. Bu o demək ki, mənfi 5-i bölürəm, deməli 2 vurulsun. Birinci əmsalımız da mənfi 1-dir. Bu da bərabərdir dostlar. Mənfilər gedir. 5-i 2-yə böləndə 2 onda 5 qalır. Və aparıb yerinə qoyanda f x0 bərabərdir. Aparıb yerinə qoyanda mənfini 2 onda 5-in kvadratına vururam. Üstə gəlsin 5-i vururam 2 onda 5-ə. Üstə gəlsin bir də 1. Bu da bərabərdir. Dostlar, 2 onda 5-in kvadratı 6 tam %25 eləyir. Qarşıda mənfi var deyə mənfi. Üstə gəlsin 5-i 2 onda 5-ə vuranda alırıq 12 tam onda 5. Üstə gəl bir də varımızdır bizim bir qiymətimiz. Dostlar, 12 tam onda 5-dən 6 tam %25-in çıxanda elə 6 tam %25 qalacaq. Üzərinə 1 də gələndə alırıq 7 tam %25. Deməli, bu ifadənin ən böyük qiyməti 7 tam %25-dir. Yəni B variantı. Baxın dostlar, biz bunu təpə nöqtəsinin tapılması düsturu ilə həll elədik. Növbəti dostlar, keçirik 58-ci suala. 58-də deyir ki, a kvadrat üstə gəl a minus 6 ifadəsinin ən kiçik qiymətini tapın. Dostlar, yenə ən böyük, ən kiçik qiymət tapmaq üçün ax kvadrat üstə gəl bx üstə gəl c ifadəsi verəndə bizə
Bu zaman deməli funksiyamız bu şəkildədirsə, fx funksiyası, mən bu funksiyanın ən böyük və yaxud da ən kiçik qiymətini tapmaq üçün birinci onun təpə nöqtəsini axtarıram. x0 bərabərdir mənfi b bölü 2a, yəni ki, ikinci əmsalı bölürük birinci əmsalın 2 qatına və qarşıda mənfi işarəmiz var. Və deməli bizim y0'ımız da təpə nöqtəmizdə bərabərdir. Deməli f x0'a. x0'ı tapdığımız qiyməti aparıb yerinə yazırıq. İndi dostlar, bax burada əmsalları axtarsaq, a-mız bərabərdir a kvadratının əmsalı 1-ə, b-miz bərabərdir a-nın əmsalı 1-ə və sərbəst həddimiz c-miz də bərabərdir mənfi 6-ya. Yəni düsturla müqayisə eləyəndə bu şəkildə olur. Onda dostlar, x0 bərabərdir mənfi b bölünsün, yəni 1 bölünsün 2a. 2-ni vururam 1-ə. Bu da bərabərdir mənfi 2-də 1. Aparıb yerinə qoyanda y0 da bərabərdir mənfi 2-də 1-in kvadratı. Üstə gəlinsin mənfi 2-də 1, bir də minus 6 varımızdır. Mənfi 2-də 1-in kvadratı 4-də 1-dir. Deməli, çıxılsın burada 2-də 1 var, minus 6. Deməli, 4-də 1-dən 2-də 1-in çıxanda mənfi 4-də 1 eləyir. Bir də minus 6, mənfi 6 tam 4-də 1. Bu da bərabərdir mənfi 6 tam %25-ə. Deməli, dostlar, ifadənin ən kiçik qiymətinin tapılması mənfi 6 tam %25-dir, yəni C variantı. Dostlar, bu bunun birinci həllidir. Bunun ikinci həllini biz belə də eləyə bilərik. A kvadrat üstəgəl A minus 6 bərabərdir. Mən bunu kvadrat x-yə ayırmaqla həll eləyəcəm. A kvadrat üstəgəlinsin 2 vurulsun A vurulsun bir də deməli elə bil ki A üstəgəl B-nin mötərizə kvadratın açılması düsturuna istifadə edirik. Baxın, bu şəkildə istifadə edirik. Deməli, A kvadrat üstəgəlsin 2 vurulsun A vurulsun B-nin yerində burada 2-də 1 dayanacaq. 2-də 1 və deməli çıxılsın. Bir dənə üstə gəlsin, bir də olmalıdır 2-də 1-in kvadratı, yəni 4-də 1. Bir də çıxılsın 6, çıxılsın 4-də 1 yazıram. Dostlar, bu da bərabərdir. Deməli, bu hissəyə baxsaz, bu bizdə A üstə gəlsin 2-də 1-in mötərizə kvadratıdır. Çıxılsın 6, bir də 4-də 1 çıxmaq 6 tam, deməli %25 çıxmaq deməkdir. Biz deməli, bunun təpə nöqtəsini axtarırıqsa və yaxud da minimum qiymətini axtarırsa, kvadratik ifadə həmişə böyük qiymət alır. Ən minimal ala biləcəyi qiymət 0-dır. Baxın, bu hissəyə mən 0 desəm, bu zaman 0-dan 6 tam %25 çıxanda yerdə qalır elə mənfi 6 tam %25. Bu da deməli nədir? Kvadratik hissə ayırmaqla həlləməkdir. Dostlar, keçirik bundan sonra 59-cu suala. 3a çıxılsın 2, 5 üstə gəlsin 2a, çıxılsın, mötərizədə 6a kvadrat minus 10 verib, ifadəsinin qiymətini sadələşdirin deyir. Dostlar, vurub açsam, 3a-nı 5-ə vuranda 15a, 3a-nı 2a-ya vuranda 6a kvadrat, mənfi 2-ni 5-ə minus 10, mənfi 2-ni deməli 2a-ya minus 4-a. Çıxılsın 6a kvadrat, mənfinin mənfisi də müsbət 10 verəcək. Bu da bərabərdir dostlar. Baxın, deməli 6a kvadratlar işarələr əks olduğu üçün gedir. Onlar da deməli müsbət mənfi deyə getdi. 15a-dan 4a-nı çıxanda yerdə qalır 11a. Yəni cavabımız olacaq B variantı. Növbəti dostlar 60-cı suala baxırıq. 60-cı sualda deyir ki 3x minus 2y-in kvadratı, bunun mötərizə kvadratı çıxılsın. 2y kvadrat üstə gəl 3x vurulsun 3x minus 2y-in kvadratı üstə gəlsin 2 bərabərdir. Deyir, bu çoxhədlisini, deməli, ifadəsini çoxhədli şəklində yazın. Dostlar, birincini, deməli, biz sadələşdirməyə çalışsaq, bizə nə verəcək? Dostlar, 3x-in kvadratı bizə 9x kvadrat verir. Bir-birinə hasilin 2 qatı. 3x-i mənfi 2y kvadratına bir də 2-yə vuranda, 3-ün mənfi 2-yə mənfi 6, bir də 2-yə vuranda mənfi 12, x y-in kvadratı, mənfi 2y-in kvadratı bizə verəcək müsbət 4y üstü 4 çıxılsın. Dostlar, gəldi indi bu tərəfə. Burada deməli ifadədə yer dəyişmə eləyirəm. 2y kvadrat 3x-i 3x üstə gəlsin 2y kvadrat yazıram. Əslində sadəcə yerləri dəyişdi, içini dəyişmədi. Və 3x minus 2y-in kvadratı var burada. Bir də plus 2 bərabərdir. Dostlar, 9x kvadrat minus 12x y-in kvadrat üstə gəlsin 4y üstü 4 çıxılsın.
Və buradakı ifadəyə baxsaz, a plus b a minus b-nin açılışıdır. Onda birincinin kvadratından ikincinin kvadratını çıxırıq. Yəni 3x-in kvadratı 9x kvadrat eləyir. Çıxıram 2y-in kvadratda 4y üstü 4 eləyir. Və dostlar, üstə gəl 2 var. Bu da bərabərdir. 9x-in kvadratı minus 12x-in kvadratı plus 4y üstü 4. Çıxılsın 9x kvadrat, mənfi mənfisi müsbət eləyir. 4y üstü 4 plus bir də 2'miz var. Bu da bərabərdir. 9x kvadratlar gedir. Burada qalır. Deməli 4y üstü 4, 4y üstü 4. Bu eləcək 8y üstü 4. Çıxılsın 12x-in kvadratı üstə gəlsin 2. Deməli 8y üstü 4 çıxılsın 12x-in kvadratı üstə gəl 2. Bu da bizdə C variantıdır. Dostlar, keçirik 61-ə baxırıq. 61-də a kub üstə gəlsin b kvadrat vurulsun a kub çıxılsın b kvadrat çıxılsın a kub minus 3b'nin kvadratının kvadratı bir də minus 3 bərabərdir. Dostlar, birinci ifadəyə baxsaz a plus b a minus b düsturunun elə bil ki açılışıdır. Bu zaman birincinin kvadratı a kubun kvadratı çıxıram b kvadratının kvadratına. Deməli birincinin kvadratından ikincinin kvadratını çıxırıq. Çıxılsın. Dostlar, burada a kub minus 3b kvadratın kvadratı. Birincinin kvadratı, yəni a kubun kvadratı a üstü 6 eləyir. Çıxılsın, bir-birinə hasilin 2 qatı. Dostlar, deməli, burada mənfi var deyə minus götürürük. Qarşıda bir dənə də mənfi var deyə işarə müsbətləşir. A kubunu 3b kvadratına vurub bir də 2-yə vururam. 3-ü 2-yə vuranda 6, a kubu bir də b-nin kvadratı olacaq. Və dostlar, üstə gəlinsin 3b kvadratın kvadratı olmalıdır. Yenə qarşıda mötərizənin qarşısında mənfi var deyə biz bunu minusla götürəcəyik. Bu zaman deməli olacaq minus 9b üstü 4. Bir də çıxılsın 3'ümüz var. Bu da bərabərdir dostlar. Sadələşdirsək a üstü 6 çıxılsın b üstü 4 minus a üstü 6 üstə gəlinsin 6a kub b kvadrat minus 9b üstü 4 çıxılsın bir də 3'ümüz var. Buradan a üstü 6'lar gedir. Mənfi b üstü 4 bir də mənfi 9b üstü 4 bizə mənfi 10 b üstü 4 verir. Üstə gəl 6a kub b kvadrat bir də minus 3. Dostlar, indi variantlara baxaq. Bu da deməli doğru cavab olaraq bizə verəcək deməli C variantına. Keçirik növbəti 62-yə. Dostlar, 62-də a üstə gəl 1'in mötərizə kubu çıxılsın 3 vurulsun a plus 1'in kvadratı üstə gəlinsin 3 vurulsun a plus 1 və minus bizim varımızda bir də 1'imiz. İndi bunu sadələşdirməliyik. Bu bərabərdir dostlar. A plus 1'in kubunu açanda birincinin kubu üstə gəlinsin 3 birincinin kvadratını ikinciyə vururam. Yəni a kvadrat vur 1 elə a kvadrat verəcək. Üstə gəlinsin. Deməli 3 vurulsun a b'nin kvadratı, yəni a 1'in kvadratı elə 3a eləyir. Bir də üstə gəlinsin 1'in kubu. O da 1 eləyəcək. Çıxılsın dostlar. Mötərizdə yazıram. 3 vurulsun a plus 1'in kvadratını açanda a kvadrat üstə gəl 2a üstə gəlinsin 1 verir. Üstə gəlinsin 3'ü a plus 1'ə vuranda 3a üstə gəl 3 eləyir. Bir də çıxılsın 1'imiz var. Bu da bərabərdir dostlar. A kub üstə gəl 3a'nın kvadratı üstə gəl 3a plus 1 minus 3a kvadrat minus 6a minus 3 üstə gəl 3a üstə gəl 3 minus 1 bərabərdir. Dostlar, buradan 3a kvadratları gedir. 3a ilə 3a'nın cəmi 6a eləyir. Mənfi 6a ilə bu da gedir. Buradan 1'lərimiz də gedir. 3'lərimiz də gedir. Yerdə qalır bizdə a'nın kubu. Yəni doğru cavabımız olacaq Y variantı. Növbəti dostlar, keçirik 63-cü suala baxırıq. 63-də 2x çıxılsın 3 bərabərdir a-ya. 2x üstə gəl 3 bərabərdir b-yə. Və bizə deyir ki 2x kvadrat minus 3 bərabərdir 0-a. Deyir ki AB hasili nəyə bərabərdir? Bunu tapın. Dostlar, gəlin baxaq. A vurulsun B bərabərdir. A-nı yerinə götürüb yazıram. 2x çıxılsın 3. B-ni yerinə 2x üstə gəl 3. Bu da a plus b, a minus b-nin mötərizə açılışıdır. Bu zaman dostlar 2x-in kvadratı 4x kvadrat verəcək. 3'ün də kvadratı 9 verəcək. Çıxılsın 9. Və dostlar,
Biz yuxarıda belə bir ifadəmiz vardı. Bu ifadədən istifadə eləsəm, 2x kvadrat minus 3 bərabərdir 0-a. Buradan 2x kvadrat bərabərdir 3-ü sağa atıram müsbət 3-ə. X kvadrat da bərabərdir 2-də 3-ə. Onda 4-ü vururam x kvadratı 2-də 3-dür, 2-də 3-ə. Çıxılsın 9-um var. Bu da ixtisar gedəndə 2 qalır. 2 üçün 6 eləyir. 6-dan 9 da bərabərdir mənfi 3-ə. Deməli, doğru cavabımız D variantıdır. Növbəti dostlar, 64-cü suala baxırıq. 64-də A ədədi bərabərdir. A üstəgəl 6 vurulsun A minus 9. B ədədi bərabərdir. A üstəgəl 11 vurulsun A çıxılsın 14. Deyir, ifadələrini müqayisə edin. Deməli dostlar, gəlin indi baxaq. Yuxarıdakına baxsaq, bu bizə nə verəcək? A-nın kvadratı minus 9A üstə gəlinsin 6A minus 6-nı 9-a vuranda 54. Bu da bərabərdir. A kvadrat çıxılsın. Deməli, mənfi 9A ilə 6-nı cəm mənfi 3A eləyir. Bir də minus 54 alırıq. Altdakı ifadəni sadələşdirsək, altdakı ifadə bərabərdir. A kvadrat A-nı mənfi 14-ə vuranda minus 14A, müsbət 11-ə vuranda müsbət 11A, 11-i mənfi 14-ə vuranda çıxılsın, eləyəcək 154. Və dostlar, bu da bərabərdir. A kvadrat mənfi 14A ilə 11A-nın cəmi mənfi 3A minus 154. Deməli dostlar, nəticədə aldıq ki, A bərabərdir. A kvadrat çıx 3A minus 54. B ədədi bərabərdir. A kvadrat minus 3A minus 154. Diqqət edirsinizsə, bu hissələri hər ikisində də eynidir. Birindən 54 çıxırıq, birindən 154 çıxırıq. Təbii ki, 54 çıxmaq 154 çıxmaqdan daha böyük olacaq. Ona görə A deməli böyükdür B-dən. Yəni cavabımız olur burada C variantı. Dostlar, keçirik 65-ci suala. 65-də A ədədi deməli bərabərdir A çıx 8 A plus 7-yə və B ədədi isə bərabərdir bizdə A üstəgəl 10 vurulsun A minus 11. İndi dostlar, bizə deyir ki, ifadələri müqayisə edeyim. Birincini sadələşdirsəm, A kvadrat plus 7A minus 8A mənfi 8-i 7-yə vuranda minus 56. Və bunu da biraz da sadələşdirsək, nəticədə alırıq ki, deməli A bərabərdir A kvadrat 7A-dan 8A-nı çıxanda mənfi A minus 56. İndi gəlirik B ədədinə. B ədədi bərabərdir A kvadrat minus 11A üstəgəl 10-a, 10-u mənfi 11-ə vuranda minus 110. Və nəticədə alırıq ki, B ədədi bərabərdir A kvadrat mənfi 11A üstə 10-a mənfi A eləyəcək minus deməli 110. Dostlar, indi A ilə B-ni müqayisə eləsək, A kvadrat minus A hissələri eynidir. Birində minus 56, birində minus 110 var. Təbii ki, 56 çıxmaq 110 çıxmaqdan daha böyükdür. Ona görə A B-dən böyük alınır. Deməli, cavabımız olacaq burada C variantı. Dostlar, keçirik 66-ya. 66-da x minus y bərabərdir 0,9-a və bizə deyir ki, x çıxılsın y üstə gəlinsin, 3/1 vurulsun y minus x ifadəsinin qiymətini tapın. Dostlar, mən bunu birinci sadələşdirərəm. X çıxılsın y üstə gəlinsin, burada y minus x verib. Mən bunu da x minus y-ə gətirmək üçün qarşıya mənfi çıxardıb, deməli, hərflərin yerini dəyişə bilərəm. Plusu minusla əvəz eləyirəm, 3/1 vurulsun x minus y yazıram. Hərflərin yerini dəyişmək üçün qarşıda işarəni dəyişdim. Buradan da alırıq ki, x minus y ifadəsi hər ikisində var. X minus y vurulsun. Birincidə əmsal yazılmadığı üçün 1 deməkdir. Çıxılsın, ikincidə əmsal 3/1-dir. Bu da bərabərdir. Dostlar, x minus y 0,9-dur. Vurulsun. 1-dən 3/1-in də çıxanda 3-də 2 qalır. Deməli, buradan alırıq ki, 10-da 9 vurulsun 3-də 2. Bu da bərabərdir. Deməli, 3 ixtisar gedir, qalır 10-da. 3-ü 2-yə vuranda 6. Yəni 0,6. Deməli, doğru cavabımız 0,6-dır. Dostlar, keçirik 68-ci suala. Üzrü sayın, 67 qalır. 67-yə. 67-də x üstəgəl y bərabərdir 0,6 olarsa, x üstəgəl y üstə gəlinsin, 2/1 vurulsun mənfi x minus y. Gəlin indi bunu sadələşdirək. X plus y
Dostlar, mənfi işarəni xaricini çıxarsam, hər ikisində mənfi var. Xarici çıxaranda mənfi 2-də 1 vurulsun, içəridəkilər müsbət olacaq. X plus Y. Və dostlar, x plus y ifadəsi bizdə hər iki tərəfdə də var. Onda x plus y ortaq vuruq kimi çıxardıram. Birincidə əmsal yazılmadığına görə 1 deməkdir. Çıxılsın bir də 2-də 1 digərinin əmsaldır. Bu da bərabərdir. X üstəgəl y vurulsun. 1-dən 2-də 1 çıxanda 2-də 1. Bu da 0,6 vurulsun 2-də 1. Bu da deməli 2 ixtisar gedəndə qalacaq 0,3. Deməli doğru cavabımız 0,3 olmalıdır. Sonra dostlar, keçirik 68-ə baxırıq. 68-də x bərabərdir mənfi 20-də 1 və bizə deyir ki, x minus 5-in kvadratı çıxılsın x vurulsun 10 plus x. İfadənin qiymətini tapın. Dostlar, birbaşa qiyməti yerinə qoymuram. Birinci sadələşdirirəm. Bu zaman x minus 5-in kvadratı bizə verəcək x kvadrat çıxılsın bir-birinə hasilin 2 qatı, yəni 10x və üstə gəlsin ikincinin kvadratı 25. Çıxılsın, x-i 10-a vururuq 10x, mənfi x-ə vuranda minus x kvadrat. Dostlar, buradan deməli x kvadratlar gedir, qalır yerdə mənfi 20x, üstə gəlsin 25. Bu da bərabərdir. Mənfi 20-ni x-ə, yəni mənfi 20-də 1-ə vururam, üzərinə 25 gəlirəm, 20-lər gedir, mənfilər də gedir, 1 qalır, 25 də gələndə bizə 26 verir. Deməli, cavabımız 26 olmalıdır. Dostlar, 69-a baxırıq. 69-da c bərabərdir. Mənfi 8-də 1 olarsa, bizə deyir ki, 2 minus c-nin kvadratı çıxılsın c vurulsun, c plus 4 ifadəsinin qiymətini tapın. Yəni dostlar, birbaşa qiymət yerinə qoymuram, sadələşdirirəm. 2 minus c-nin mötərizə kvadratını açanda, birincinin kvadratı çıxılsın bir-birinə hasilin 2 qatı və üstə gəlsin ikincinin kvadratı. Sonra mənfi c-ni c-yə vuranda minus c kvadrat, mənfi c-ni 4-ə vuranda minus 4c, buradan c kvadratlar gedir, qalır yerdə 4 çıxılsın, mənfi 4c bizə mənfi 8c verir. Bu da bərabərdir. 4 çıxılsın, 8 vurulsun, c-miz mənfi 8-də 1-dir. Mənfilər gedəcək, 8-ə də ixtisar gedəcək, qalacaq 4 üstəgəl 1. Bu da bərabərdir 5-ə. Növbəti 70-ə baxırıq. Dostlar, 70-də a bərabərdir 4,13-də 5 və b də bərabərdir 2,13-də 8. Bizə deyir ki, a kvadrat üstəgəl 2ab üstəgəl b kvadrat çıxılsın 7a minus 7b üstəgəl 1. İfadənin qiymətini hesablayın. Dostlar, yenə birbaşa qiymət yerini yazmıram, sadələşdirməyə çalışıram. Bizə birinci verilən ifadə a üstəgəl b-nin mötərizə kvadratının açılışıdır. Çıxılsın, 7-ni mötərizə xaricini çıxarsam, yerdə qalacaq a plus b, mənfini xarici çıxardıq, bir də plus 1-imiz var. Buradan bu da bərabərdir. Dostlar, qıraqda a üstəgəl b cəmini tapa bilərəm. A üstəgəl b cəm bərabərdir. A-mız 4,13-də 5-dir, b-miz də 2,13-də 8-dir. 4 ilə 2-ni toplasaq 6 eləyir. 13-də 5 ilə 13-də 8-in cəmi də 13-də 13, yəni 1 tam da buradan gəlir, olur 7 tam. Yəni AB cəmi 7-dir. Onda dostlar, AB-lərin yerinə gətirib 7 yazsaq, bu zaman 7-nin kvadratı çıxılsın, 7 vurulsun 7, üstəgəl 1 almış oluruq. Və 7-nin kvadratları gedir, qalır yerdə 1. Yəni cavabımız 1 olacaq. Dostlar, keçirik 71-ə. 71. 71-də a bərabərdir 1,7-də 3, b də bərabərdir mənfi 1,7-də 4-ə. Bizə deyir ki, a kvadrat minus 2ab üstəgəl b kvadrat çıxılsın 3a üstəgəl 3b plus 2. Dostlar, bunu yenə sadələşdirsəm, yenə birbaşa yerinə qiymət yazmıram, sadələşdirməyə çalışıram. Bu zaman birinci bizdə bu 3 ifadə a minus b-nin mötərizə kvadratını verir. Burada minus 3-ü mötərizə xaricini çıxarsam a minus b qalır və plus 2-miz var. Bu da bərabərdir. Dostlar, kənarda a çıxılsın b fərqini hesablamağa çalışacağım. Deməli, a çıxılsın b bərabərdir. A-mız 1,7-də 3-dür. Bundan çıxıram b-miz mənfi 1,7-də 4-dür. Bu da 1,7-də 3, mənfinin mənfisi müsbət edir. Üzərinə 1,7-də 4 gəlirik. 1 ilə 1-in cəmi 2, 7 3 ilə 7-də 4-ün cəmi də 7-də 7. O da 1,3 deməkdir. Bu zaman AB fərqini 3 aldıq.
Gətirib yerinə yazsam, 3-ün kvadratı çıxılsın, 3 vurulsun 3, üstəgəl 2. Bu da 9 minus 9 üstəgəl 2 bərabərdir. Qalacaq bizdə 2 qiyməti. 71-də cavabımız 2 oldu. Dostlar, keçirik 72-yə. 72-də 8 üstü 5 üstə gəlsin 2 üstü 18 bölünsün 9 vurulsun 4 üstü 6 bərabərdir. Dostlar, ifadəni sadələşdirsəm 8 2-nin kubudur. Bunun üzərində 5 varımdır. 2-nin üstü də deməli 18 varımdır. 9 vurulsun 4-ü yazaram 2-nin kvadratı üzərində bir də 6 şəklində. Bu da bərabərdir. Yuxarıda alırıq 2 üstü 15 üstə gəl 2 üstü 18. Aşağıda da 9 vurulsun 2 üstündə 12. Dostlar, bu da bərabərdir. Bunu belə yazarıq. 9 vur 2 üstü 12. Aşağıda 2 üstü 12 vurğu olduğu üçün yuxarıda da 2 üstü 12 vurğu kənara çıxardıram. Bu zaman 2 üstü 15-dən 2 üstü 12-ni çıxartdımsa yerdə 2 üstü 3 qalacaq. Çünki əsaslar eyni olanda hasildə üstlər toplanır. Həqiqətən 12 ilə 3-ü toplasam mənə 15-i verir. Və ikinci toplanandan da 12 vurğunu çıxartdımsa bu zaman 2 üstü 6 qalacaq. Bu da bərabərdir. Dostlar, 2 üstü 12-ləri ixtisar getdi. Məxrəcdə 9. Yuxarıda 2-nin kubu üstə gəlsin 2 üstü 6 qaldı. Bu da 9-da 2-nin kubu 8-dir. 2 üstü 6-da 64-dür. Toplayanda eləyir 72 bölünsün 9. Bu da bərabərdir 8-ə. Deməli, cavabımız 8 olmalıdır. Növbəti 73-ə baxırıq. 73-dən 4 üstü 5 vurulsun 49 üstündə 7 bölünsün 2 üstü 8 vurulsun 7 üstündə 13 bərabərdir. Dostlar, 4-ü mən yazaram 2-nin kvadratı, bir də üstü 5, 49-u 7-nin kvadratı, üzərində bir də 7, 2 üstü 8 vurulsun 7 üstü 13 var. Bərabərdir. Buradan da sadələşdirsək, məxrəc olduğu kimi qalacaq. Olduğu kimi qalacaq məxrəc. Deməli, 7 üstü 13. Aha. Yuxarıda da deməli 2 üstündə 5-i 2-yə vuranda 10 eləyir. 7 üstündə də 2-ni 7-yə vuranda 14 eləyir. İndi dostlar, 2 üstü 10 ilə 2 üstü 8-i ixtisar aparanda 2-nin kvadratı qalır. 7 üstü 14 ilə 7 üstü 13-ü də ixtisar aparanda 7-nin 1-i qalır. Bu da 4 vurulsun 7 bərabərdir 28 deməkdir. Deməli, 73-də də 28 alınır. Dostlar, keçirik növbəti 74-də. 74-də deyir, M1 və M2 bir hədlərinin cəminin dərəcəsi 18-dir. Deməli, M1 ilə M2-nin bir hədlərinin cəminin dərəcəsi bizdə 18-ə bərabərdir. M1 bir hədlisinin dərəcəsi 6-dır. M2 bir hədlisinin dərəcəsini məndən istəyir. Ümumiyyətlə, dostlar, bir neçə bir hədlinin cəminin dərəcəsi götürəndə onlardan hansının dərəcəsi daha böyüksə biz onu götürürük. Deməli, M1-in dərəcəsi 6-dırsa, deməli bu dərəcə 18 götürməyibsə, M2-nin dərəcəsi deməli 18 imiş bizdə. Hansının dərəcəsi daha böyüksə, ümumi dərəcə olaraq onu götürürük. Buradan alırıq ki, M2-nin dərəcəsi 18 imiş. Növbəti dostlar, keçirik 75-ə. 75-də x bərabərdir 3 üstü 15 üstə gəlsin 3 üstü mənfi 15 və y də bərabərdir 3 üstü 15 çıxılsın 3 üstü mənfi 15. Bizə deyir ki, x kvadrat minus y kvadrat ifadəsinin qiymətini tapın. Dostlar, birinci mən bunu sadələşdirirəm. Bu olacaq x plus y vurulsun x minus y şəklində. Və dostlar, bu da bərabərdir. X-in y-i cəmləsəm, x-in 3 üstü 15 üstə gəl 3 üstü mənfi 15-dir. Üzərinə y-i gəlsəm, y-im 3 üstü 15 çıxılsın 3 üstü mənfi 15-dir. Vururam x-la y-in fərqinə. X-imiz 3 üstü 15 üstə gəl 3 üstü mənfi 15 çıxılsın. Y-imiz də deməli 3 üstü 15 minusdur, amma burada qarşıda mənfi var deyə mənfi ilə bir-birini aparır, plus olur. Olacaq 3 üstü mənfi 15. Bu da bərabərdir. Deməli dostlar, burada 3 üstü mənfi 15 deməli, işarələri müxtəlif olduğu üçün gedir. Yerdə 2 dənə 3 üstü 15 qalır. Elə bunu yazıram 2 vurulsun 3 üstü 15 şəklində. Vurulsun. Bu birisi ifadədir. 3 üstü 15-lər biri müsbət, biri mənfidir gedir. Yerdə 2 dənə 3 üstü mənfi 15 qalır. Bu da bərabərdir. 2-ni 2-yə vuranda 4, 3 üstü 15, 3 üstü mənfi 15 alırıq. Bu da bərabərdir. 4 vurulsun. Əsaslar eyni olanda üstlər toplanır.
Deməli, bu zaman 4 vurulsun 3 üstü, 15 ilə -15-in cəmi 0 eləyir. Bu da 4 vurulsun 1 bərabərdir ilə 4-ə. Yəni, 75-in cavabı 4-dür. Dostlar, keçirik 76-ya. 76-da x ədədi bərabərdir 5 üstündə 17, üstə gəlsin 5 üstündə -17. Və dostlar, y ədədi bərabərdir 5 üstündə 17 çıxılsın 5 üstündə -17. Bizə deyir ki, x kvadrat minus y kvadratını deməli sadələşdirib qiymətini tapın. Dostlar, bunu mən qiymət yerinə yazmıram. Birinci sadələşdirirəm. X üstə gəl y vurulsun x minus y-ə. Bu da bərabərdir buradan. Deməli, x plus y-imiz, x-imiz 5 üstü 17, üstə gəlsin 5 üstü -17-dir. Bunun üzərinə y gəlirəm. 5 üstü 17 minus 5 üstü -17-ni. Və vurulsun, x-imiz 5 üstü 17, üstə gəl 5 üstü -17 idi. Bundan çıxıram y-i. Və dostlar, mötərizəsi yazıram birbaşa. Çıxılsın y-i çıxmalıyamsa, minus 5 üstü 17, çıxılsın -5 üstü -17, mənfini mənfisi müsbət edir. 5 üstü -17 yazırıq. Bu da bərabərdir. Buradan deməli 5 üstü -17-lər işarələri əks olduğu üçün gedir. 2 dənə 5 üstü 17 qalır, vurulsun. Bu birində də 5 üstü 17-lər işarələri əks olduğu üçün gedir. 2 dənə 5 üstü -17 qalır. 2-ni 2-yə vuranda 4, 5 üstü 17, 5 üstü -17. Bu da bərabərdir. 4 vurulsun 5 üstündə. Əsas eyni olanda üstlər toplanırdı. Bu zaman alırıq ki, 4 vurulsun 5 üstündə. 17 ilə -17-in cəmi 0-dır. Bu da 4 vur 1, yəni 4 deməkdir. Dostlar, bu da getdi. Bu 76 idi. Növbəti varımızdır bizim 77-ci sualımız. 77-də deyir ki, 23x y üstü 5 z üstü n plus 1 bir hədlisinin qüvvəti bizdə 13-dür. Və bizə deyir ki, 5a kvadrat b c üstündə n minus 1 bir hədlisinin qüvvətini tapın. Dostlar, birinci verilən bir hədlinin qüvvəti 13-dür. Bir hədlin qüvvətini tapmaq üçün dəyişənlərin üstlərini toplayırdıq. Burada x üstü heç nə yazmayıbsa, bu 1 deməkdir. Bu zaman 1 üstə gəl 5, üstə gəlsin n plus 1 bərabərdir 13-ə. Buradan alırıq ki, 1, 5, 1-in cəmi 7 edir. 7 plus n bərabərdir 13-ə. N də bərabərdir 6-ya. Bizə deyir ki, 5a kvadrat b c üstü n minus 1-in qüvvətini tapın. Dostlar, bu da bərabərdir 5a kvadrat b c üstündə n-imiz 6-da 6 minus 1. Onda bunun da dərəcəsi olacaq. Deməli, 2 üstə gəlsin. B üstə heç nə yazmamaq 1 deməkdir. Və 6 minus 1 bu da bərabərdir 8-ə. Deməli, cavabımız 8 olmalıdır. Növbəti dostlar, 78-ə baxıram. 78-də 47xy kvadrat z üstündə 2n plus 1 bir hədlisinin qüvvəti bizdə 20-yə bərabərdir. Bizə deyir ki, 3a b-nin kubu c üstündə n plus 1 bir hədlisinin qüvvətini tapın. Dostlar, birinci yuxarıdakına baxsaz, bir hədlinin qüvvətini tapmaq üçün deməli, dəyişənlərin üstlərini toplayırdıq. X-in üzərində heç nə yazmayıbsa, bu 1 deməkdir. Bu zaman 1, 2, bir də 2n üstə gəl 1-in cəmi bərabərdir 20-yə. Buradan 2n üstə gəlsin 4 bərabərdir 20. 2n bərabərdir 20-dən 4 çıxanda 16. N də bərabərdir 8 alırıq. Bu zaman gətirib yerinə yazsam 3a b-nin kubu c üstündə n-in yerinə 8 yazsaq 8 plus 1 9 eləyir. Məndən bunun qüvvətini istəyir. A-nın üstə heç nə yazılmayıbsa bu 1 deməkdir. Buradan da alırıq ki, 1, 3, 9-un cəmi bərabərdir 13-ə. Deməli, bu bir hədlinin qüvvəti 13 imiş. Dostlar, 79-a baxırıq. 79-da 2 vurulsun 7 üstü 26, çıxılsın 5 vurulsun 7 üstü 25, bölünsün 49 üstündə 12 verib. Gəlin bunu sadələşdirək. Dostlar, 49-u mən 7-nin kvadratı üzərində 12 kimi yazıram. Burada ortaq vuruq. Deməli, 7 üstü 25-i çıxartsam, 2 vurulsun 7-nin biri qalır burada və 7 üstü 25 çıxardanda ikincidən də 5 qalır. Bərabərdir. Dostlar, yuxarıda 7 üstü 25 vurulsun. 2, 7-nin 14, 5 çıxanda 9 qalır. Aşağıda da 7 üstündə 2-ni 12-yə vuranda 24 eləyir. Buradan bunlar ixtisar gedir. 7-nin biri qalır. 9-a da vuranda alırıq 63. Deməli, 79-un cavabı 63 oldu. Dostlar, keçirik 80-ci suala. 80-də deməli dostlar, x bərabərdir
3 tam 8-də 3. Y bərabərdir 2 tam 8-də 5-ə. Bizə deyir ki, x kvadrat plus 2xy plus 2xy plus y kvadrat çıxılsın 4x minus 4y ifadəsinin qiymətini tapın. Dostlar, qiyməti yerinə qoymazdan əvvəl birinci sadələşmə aparacağım. Deməli, burada diqqət eləsəz, x kvadrat plus 2xy plus y kvadrat bizdə x plus y-in mötərizə kvadratıdır. Mənfi 4-ü də bu birisindən xarici çıxardıram. Buradan da qalır x plus y. Və dostlar, kənarda x plus y cəmini hesablayıb birbaşa yazsam, x-im 3 tam 8-də 3-dür. Üstə gəlsin, y-imdə 2 tam, deməli 8-də 5-dir. Toplayanda 3 ilə 2-in cəmi 5 eləyir. 8-də 3 ilə 8-də 5-in cəmi də 8-də 8 1 eləyir. Yəni 6 verir bizə. Gətirib x plus y-lərin yerinə 6 yazsaq, 6-nın kvadratı çıxılsın 4 vur 6 alıram. Bu da 36-dan 24 çıxırıq bərabərdir 12-yə. Deməli, 80 cavabı 12 olacaq. Növbəti dostlar, 81-ci suala baxırıq. 81-də 0 tam 4 x kvadrat y üstü 5, bunun kvadratı vurulsun 8-də 1 x kvadrat y üstü 4 ifadəsinin qüvvəti əmsalından neçə dəfə böyükdür? Dostlar, mən bunu tapmaq üçün birinci bunu sadələşdirməliyəm. 0,4-ün kvadratı bizə verəcək 0 tam %16, x üstü 4, y üstü 10. Vurulsun 8-də 1 x kvadrat y üstü 4 bərabərdir. Dostlar, %16-nı 8-də 1-ə vuranda 16 ilə 8 ixtisar gedir, 2 qalır. Bu bizə 0 tam %2 verəcək. Vurulsun x üstü 4 ilə 2-ni toplayırıq 6, y üstü 10 ilə 4-ü toplayırıq 14. Və buradan alırıq ki, əmsal bərabərdir 0 tam %2-yə və qüvvət də bərabərdir dəyişənlərin üstlərin cəmi 6 ilə 14-ün cəmi bərabərdir 20-yə. Bizə deyir ki, qüvvət əmsalından neçə dəfə böyükdür? 20-ni, dostlar, 20-ni bölməliyik. Bu zaman 0 tam %2-yə. Bu da 20 vurulsun 2-də 100. Bu da, deməli, 2 ixtisar gedir, qalır 1000. Deməli, qüvvət əmsaldan 1000 dəfə böyükdür. Dostlar, 82-ci suala baxırıq indi. 82-də 3a-nın üstü 5 vurulsun 8, b üstündə n plus 2. Deyir, bir həddisinin dərəcəsi 15-dir. Gəlin sadələşdirək. Dostlar, 3-ü 8-ə vuranda 24, a üstü 5, b üstündə n plus 2. Bizə deyir ki, bu bir hədlin dərəcəsi 15-dir. Dostlar, dərəcəni tapanda üstləri toplayıb tapırdıq. Deməli, üst 5 var burada, bir də n plus 2 var. Bunları toplayanda 15 verir. Buradan n plus 7 bərabərdir 15-ə, n də bərabərdir 15-dən 7 çıxanda qalır 8. Deməli, n-in qiyməti 8 imiş. Növbəti dostlar, 83-ə baxırıq. 83-də 6x üstü 6 vurulsun 9, a üstündə n plus 1 verib. Deyir, bir hədlin dərəcəsi 16-dırsa m-i tapın. Birincisi dostlar, yenə sadələşdirirəm. 6 9-un 54, x üstü 6, a üstündə n plus 1. Dərəcəni tapanda deməli üstləri toplayırdıq. 6 ilə n plus 1-i toplayıram, bərabərdir 16-ya. Buradan n plus 7 bərabərdir 16-ya. M də bərabərdir 16-dan 7 çıxanda 9. Deməli, m-in qiyməti 9 imiş. Sonra dostlar, 84-ə baxırıq. 84-də 20 üstündə n bölünsün 2 üstündə n plus 1. Üzrü sayın. Deməli, 84-də 20 üstündə n bölünsün 2 üstündə 2n plus 1 vurulsun 5 üstündə n minus 1 verib. Dostlar, gəlin sadələşdirək. 20-ni biz yaza bilərik. Deməli, 4 üstü n vurulsun 5 üstü n şəklində. Aşağıda da deməli 2 üstündə 2n plus 1-i belə yaza bilərik. 2 vurulsun 2 üstündə 2n kimi. Vurulsun bir də 5 üstü n minus 1-i də deməli 5-də 1 vurulsun 5 üstü n kimi yaza bilərəm. 1 çıxmaq elə bil ki 5-ə bölmək deməkdir orada. Bu da bərabərdir dostlar. Yuxarıda varımızda 4 üstü n 5 üstü n. Aşağıda da 2 vurulsun 2 üstü 2n-i mən deməli 4 üstü n kimi götürə bilərəm. Və 5-də 1 vurulsun, bir də 5 üstü n-imiz var. Buradan 4 üstü n-lər ixtisar gedir. 5 üstü n-lər də ixtisar gedir. Qalır burada yuxarıda 1, aşağıda da deməli 5-də 2 qalır. 1-i dostlar 5-də 2-yə bölmək kəsirin sürət məxrəcinin yerini dəyişmək deməkdir. Bu da olacaq 2-də 5, yəni bərabərdir 2 tam 10-da 5-ə.
Dostlar, bundan sonra 85-ə baxırıq. 85-də deyir ki, x kvadrat üstə gəlsin 10x üstə gəlsin 29-un kvadratı plus 17 ifadəsinin ən kiçik qiymətini tapın. Dostlar, bunu mən ən kiçik qiymətini tapmaq üçün buradan bacardığım qədər kvadratik hissə ayıracağam. Baxın, x kvadrat plus 10x bizdə 2 vurulsun, deməli x vurulsun bir də 5-in hasilidir. Üstə gəlinsin. Dostlar, biz bilirik ki, a plus b-nin mötərizə kvadratının açılışı a-nın kvadrat üstə gəl 2ab üstə gəl b kvadratdır. Deməli, bizim a ədədimizin yerində x dayanır, b ədədimizin yerində də 2x 5-dən baxsaz, deməli b də 5 dayanır. b 5-dirsə, onda burada bir də 5-in kvadratını yazmalıyam, yəni 25. Onda 29-un 25-in yazdımsa, qıraqda 4 qaldı, kvadratı plus bir də 17 yazırıq. Bu da bərabərdir, dostlar. Deməli, burada bu hissəyə baxsam, bu məndə x üstə gəl 5-in mötərizə kvadratıdır. Üstə gəl 4, bir də üzərində kvadratı var, plus 17. Dostlar, ümumiyyətlə kvadratın qarşısında mənfi işarəsi yoxdursa, kvadrat deməli ya 0 ala bilər, ya da həmişə müsbət qiymətlər alır. Baxın, burada diqqət edirsinizsə, x plus 5-in qarşısında mənfi işarəsi yoxdur. Deməli, x plus 5-in kvadratı ya 0 ala bilər, ya da həmişə müsbətdir. Bunun ən kiçik qiymət ala bilməsi üçün biz bunu 0-a bərabər götürürük. Dostlar, əgər bu ifadəni 0-a bərabər götürsəm, yəni bu 0-a getsə, bu zaman onda nə alınır? Ən kiçik qiymət tapmaq üçün deməli ən minimum qiymət 0 verə bilərəm. Bu zaman mötərizəyə 0 desəm, 0 üstə gəl 4-ün kvadratı, üstə gəl 17, bu da 4-ün kvadratı 16, 17 də gələndə bərabərdir 33 olur. Deməli, ifadənin ala biləcəyi minimal qiymət 33-dür. Sonra dostlar, eyni qayda ilə 86-da həll edə bilərik. 86-da x kvadrat minus 6x üstə gəlinsin 13. Bu ədədin kvadratı çıxılsın 7 veribdir. Bərabərdir. Dostlar, yenə kvadratik hissə ayırmağa çalışıram. X kvadrat minus 6-nı 2 vurulsun x vurulsun bir də 3 kimi yaza bilərəm. Buradan alırıq ki, a-nın yerində, baxın, a minus b-nin mötərizə kvadrat kimi baxsam, a-nın kvadratı minus 2ab üstə gəlsin b-nin kvadratı. A-nın yerində x dayanıb və onda b-nin yerində də 3 dayanır. Onda bura bir də 3-ün kvadratı 9 yazmalıyam, yəni b kvadrat və 9 yazmışamsa 13-ün 9-u gedib 4-ü qalır, plus 4. Kvadrat çıxılsın bir də 7 var. Bu da bərabərdir, dostlar. Deməli, bu hissəni ayırıb yazsaq, bu bizdə x minus 3-ün mötərizə kvadratıdır. Plus 4, bir də kvadratı var, minus 7. Bu da bərabərdir. Dostlar, məndən ən kiçik qiyməti tapmağımı istəyirsə, biz bilirik ki, kvadratdan həmişə müsbət qiymət çıxır, ən minimal 0 ola bilər. Onda bu kvadratik ifadəyə mən 0 desəm, baxın, bu kvadratik ifadəyə 0 desəm, bu zaman 0 üstə gəl 4-ün kvadratı minus 7. Bu da 4-ün kvadratı 16, 7 də çıxanda bərabərdir 9-a. Deməli, ifadənin ala biləcəyi ən kiçik qiymət 9 olur. Dostlar, növbəti 87-yə baxırıq. 87-də mənfi 2x-in kvadratı. Üstə gəlsin 4x bir də plus 5 verib. İfadənin ən böyük qiymətini istəyir. Dostlar, ifadənin ən böyük qiymətini tapmaq üçün 2 hal var. Birincisi ilə bayaq istifadə edədiyim hal kvadratikdən istifadə edə bilərəm. Bu zaman mənfi 2x kvadrat plus 4x və dostlar, buradan mənfi 2 vuruğunu çıxartmağa çalışsam, deməli, mənim sərbəst həddimə deməli 1 düşməlidir. Baxın, bunu sizə necə rahat izah edə bilərəm. Baxın, mənfi 2 vuruğunu çıxartmağa çalışsam, bu zaman qalır x kvadrat minus 2x, nəyinsə kvadratı olması üçün plus bir də 1 yazmalıyam. Və dostlar, mənfi 2-ni 1-ə vuranda mənfi 2 eləyir. 5 olması üçün də kənarda plus 7 yazıram ki, mənfi 2 ilə 7-nin cəmi 5 eləsin. Bu zaman mənfi 2 vurulsun, mötərizə x minus 1-in kvadratı deməkdir. Plus 7-miz var. Bu da bərabərdir. Məndən ən böyük qiymətin tapılmasını istəyirsə, biz bilirik ki, dostlar, mötərizə həmişə ya 0 eləyə bilər, ya da müsbət eləyə bilər. Qarşıda mənfi varsa, artıq bu bunu mənfiləşdirir. Yəni, bu elə həmişə mənfi olacaq. Ən yaxşı variantı, ən böyük variantı odur ki, bunun 0 almasıdır. Dostlar, mötərizəyə biz 0 desək, mənfi 2-ni 0-a vurub üzərinə 7 gələndə bu bizə deməli elə 7 verəcək. Deməli, bu ifadənin ala biləcəyi maksimal qiymət 7-dir. Növbəti dostlar, keçirik 88-ə.
88-ci sualda dostlar 7a üstü m, b üstü 3n və c veribdir. Bir hədlisin qüvvəti 15 olarsa, m-in hasilinin ən böyük tam qiymətini tapın. Dostlar, bu bir hədlin qüvvəti 15-dir deyir. Bir hədlin qüvvətini tapmaq üçün, baxın, burada c-nin üzərinə heç nə yazmayıbsa 1 yazırıq. Qüvvəti tapmaq üçün, deməli, üstləri toplayıram. M, 3n, bir də 1-i toplayanda bərabərdir 15-ə. Buradan alırıq ki, m üstəgəl 3n bərabərdir 15-dən 1-in çıxanda 14 qalır. Və bizə deyir ki, m-in hasilinin ən böyük qiymətini tapın. İndi bir-bir mümkün halları qeyd edə bilərik. İndi dostlar, mən n-ə 1 desəm, 3-ü 1-ə vuranda 3 eləyir. 11 gəlsəm, deməli 14 olar. N-ə 2 desəm, 3-ü 2-yə vuranda 6 eləyir. Nə gəlsəm, 14 olar, 8 gəlsəm. N-ə 3 desəm, 3-ü 3-ə vuranda 9 eləyir. Nə gəlsəm, 14 olar, 5 gəlsəm. 4 desəm, 3-ü 4-ə vuranda 12 eləyir. Üzərinə 2 gəlsəm 14 olur. Amma 5 deyə bilmirəm, 3 5-in 15-dir, bu zaman m mənfi olur. Biz də bilirik ki, bir hədlidə üstlərə mənfi qiymət verə bilmərik. Və dostlar, m-in hasili istəyir bizdən. Bunları bir-birinə vuranda, m-ilə vuranda 11 ala bilirəm, 16 ala bilirəm, 15 ala bilirəm və 8 ala bilirəm. Məndən deməli maksimum m-in hasilini istəyir. Maksimum m-in hasili bunların içərisində ən böyüyü 16-dır. Deməli, cavabımız 16 olacaq. Dostlar, keçirik 89-cu suala. 89-da 5 vurulsun a üstü 4m, b üstü n və c. Bir hədlisin qüvvəti deyir 14-dür. Dostlar, bizə deyir ki, m-in hasilinin ən böyük qiymətini tapın. Yəni, maksimum m vurulsun n nəyə bərabərdir? Bunu məndən istəyir. Dostlar, c-nin üzərinə heç nə yazmayıbsa, bu c üzəri 1 deməkdir. Deməli, bu zaman 1 yazıram və qüvvəti tapanda dəyişənlərin üstlərini toplayırıq. 4m, n bir də 1-i toplayıram, bərabərdir. 14 deyib 14-ə. Bu zaman dostlar, 4m üstəgəl n bərabərdir. 14-dən 1-in çıxanda 13 qalır və bir-bir qiymətləri yazırıq. İndi dostlar, m-ə mən 1 desəm, 4 1-in 4, 9 gələndə 13 eləyir, n 9 olur bu zaman. M-ə 2 desəm, 4 2-nin 8, nə gəlsəm 13 eləyər, 5 gəlsəm. M-ə 3 desəm, 4 3-ün 12, 1 gəlsəm 13 eləyir. M-ə 4 deyə bilmirəm, 4 4-ün 16, bu zaman n mənfi olmalıdır. N-ə də mənfi deyə bilmərik, bir hədlidə üstlər natural ədədlər olurdu. Məndən m-in hasillərini istəyir. Birinci hasil 9, ikinci hasil 10, üçüncü hasil 3-dür. Maksimum m-in hasili bizdə olacaq, bunların içində ən böyüyü 10. Dostlar, keçirik 90-a. 90-cı sualda x-in hansı qiymətində mənfi 3x kvadrat üstəgəl 12x minus 7 ifadəsinin qiyməti ən böyükdür. Dostlar, demişdik ki, burada 2 hal var. Bayaqki sualları kvadratiklə izah eləyirdim. İndi təpə nöqtəsinin tapılmasından deyəcəm. Dostlar, ən böyük və yaxud da ən kiçik qiymət tapmaq üçün biz deməli təpə nöqtəsinin tapılması düsturuna istifadə edə bilərik. x0 bərabərdir mənfi b bölü 2a və deməli y0, yəni bu funksiyanın ala bildiyi qiymət bərabərdir. Deməli, aparıb funksiyada x-ların yerinə x0 qiymətini yazmalısınız. Dostlar, buradan x0-ı tapsam, deməli, bizim tənlik belə olurdu. ax kvadrat üstəgəl bx üstəgəlsin c. b-ni 2a-ya bölməliyəm, mənfi. Mənfi dostlar, b-miz 12 bölünsün, 2 vurulsun a-mız mənfi 3-dür. Mənfilər gedir, 12-ni 2 3-ün hasili 6-ya böləndə 2 qalır. Aparıb funksiyada yerinə yazanda 2 qiymətini mənfi 3-ü 2-nin kvadratına vururam. Üstəgəl 12-ni 2-yə vururam və çıxılsın 7. Dostlar, mənfi 3 2-nin kvadratına vuranda, 4-ə vuranda mənfi 12, üstəgəl 12 2-nin 24, çıxılsın 7. Mənfi 12-nin 24-ün cəmi müsbət 12, 7 də çıxanda qalır 5. Deməli, 90-ın cavabı olacaq bizdə 5 qiyməti. Dostlar, eyni qayda ilə 91-i də həll edə bilərik. 91-də deyir, a-nın hansı qiymətində mənfi 3a kvadrat plus 18a plus 1 deməli ifadəsinin qiyməti ən böyük olar. Dostlar, yenə ən böyük, ən kiçik qiyməti tapmaq üçün bu qaydadan istifadə edə bilərik. Əgər funksiya bizə ax kvadrat üstəgəl bx üstəgəl c formasına verilibsə, maksimum və minimum nöqtəni tapmaq üçün biz x0 bərabərdir mənfi b bölü 2a və f(x0) x0'ı aparıb yerinə qoyub deməli funksiyanın qiymətini tapa bilərik. Dostlar, burada deməli
B-nin yerində 18 dayanır, A-nın yerində də -3 dayanır. Onda x0 bərabərdir mənfi, B-miz 18-dir, bölünsün 2 vurulsun, A-mız da -3-dür. 18-i, deməli -18-i 2 vur -3-ə, yəni -6-ya böləndə müsbət 3 eləyəcək. Aparıb funksiyada yerinə qoyanda 3 qiymətini -3-ü vururam 3-ün kvadratına, üstə gəl 18-i vururam 3-ə, bir də plus 1 var. Dostlar, -3 3-ün kvadratına 9-a vuranda -27, 18 üçün 54, bir də 1 gəlirəm. -27 ilə 54-ün cəmi 27 eləyir. 1 gələndə də alırıq 28. Deməli, doğru cavabımız 28 olmalıdır. Dostlar, burada bir şey də qeyd edeyim ki, burada mən bunun ən böyük qiymətini istəyir, elə bildim. Bizə deyir ki, A-nın hansı qiymətində ifadəsinin qiyməti ən böyük olar. Bizdən ifadənin qiymətini istəmir, A-nın hansı qiymətində istəyir. Deməli, A nə olanda? A burada 3 olanda. Yəni, cavabımız burada 3 qiymət olacaq. Və bayaqki sualda da 90-da bizə deyir ki, x-in hansı qiymətində ifadəsinin qiyməti ən böyük olar. Biz ifadənin qiymətini tapıb yazdıq, amma orada deməli x-in qiymətini istəyirdi məndən. Biz deməli orada 5 almışdıq, x-in qiyməti 2 olanda olurdu. Baxın, mən ifadənin qiymətini yazmışdım, ən böyük qiyməti, amma məndən x-in özünü istəyir. Bunu bir dənə düzəliş eləyək ki, səhv getməsin. Deməli, x-in öz qiyməti 2 olmalıdır, 91-də də A-nın öz qiyməti 3 olmalıdır. Dostlar, keçirik bundan sonra 93-cü suala, daha doğrusu 92-ci suala. 92-də deyir, A və B ədədlərinin fərqi 11-dir, hasili 23-dür. Baxın, A minus B bərabərdir 11-ə. Deyir ki, AB hasili bərabərdir 23-ə. Deyir, A üstə gəlsin B-nin kvadratı ifadəsinin qiymətini tapın. Baxın, yazıb A plus B-nin kvadratı bərabərdir sual. Dostlar, gəlin burada nə edək? A minus B-nin kvadratının açılışını yazıram. Bu bizə A kvadrat plus B kvadrat minus 2AB verir. Deməli, buradan gətirib qiymətləri yerinə yazsam, A minus B-miz bilir ki 11-dir. Onda 11-in kvadratı bərabərdir. A kvadrat üstə gəl B kvadrat minus 2 vurulsun AB hasili 23-dür, 23. Buradan 121 bərabərdir A kvadrat üstə gəl B kvadrat minus 46. Buradan mən A kvadrat plus B kvadratını tapsam, 121-in üzərinə 46 gələndə alırıq 167. İndi dostlar, məndən A üstə gəl B-nin mötərizə kvadratını istəyir. Bu A kvadrat üstə gəl B kvadrat üstə gəl 2AB-dir. Biz bilirik ki, A kvadrat plus B kvadrat 167-dir. Üzərinə də 2 vurulsun, AB 23-dür, 23 gəlirik. Bu da 167 üstə gəlsin 46. Bu da bizdə bərabərdir 213 ədədinə. Deməli, cavabımız 213 olacaq. Növbəti dostlar, 93-ə baxırıq. 93-də 4,5 A, B üstü M, C üstü N bir hədlisinin qüvvəti əmsalından 2 dəfə böyükdür. Deyir ki, qüvvət əmsaldan 2 dəfə böyükdür və M kvadrat çıxılsın N kvadrat bərabərdir 32-yə. Bizdən soruşur ki, M minus N nəyə bərabərdir, bunu tapın. Dostlar, deyir ki, qüvvət əmsaldan 2 dəfə böyükdür. Biz bilirik ki, əmsal bərabərdir 4,5-ə. Onda qüvvət bundan 2 dəfə böyükdürsə, 4,5-in 2 qatı 9 eləyir. Qüvvət 9 olacaq. Və dostlar, biz qüvvəti tapmaq üçün deməli, dəyişənlərin üstlərini toplayırdıq. A-nın üzərində heç nə yazılmayıbsa 1 deməkdir. Onda 1, M, N-in cəmi bərabərdir 9-a. Buradan M plus N də bərabərdir 9-dan 1 çıxanda 8 eləyir. İndi dostlar, gəlirəm bu ifadəyə. Biz bilirik ki, M kvadrat çıxılsın N kvadrat bərabərdir 32-yə. Bunu M plus N vurulsun M minus N kimi yaza bilərik. Bərabərdir 32. M plus N 8 isə 8-i nəyə vursam 32 eləyər? 4-ə vursam. Və buradan alırıq ki, M minus N fərqi 4-ə bərabərdir. Deməli, cavabımız 4 olacaq. Dostlar, keçirik növbəti 94-cü suala. 94-də cədvəldə verilənlərə əsasən deyir ki, M1 üstü 5 vurulsun M2 üstü 11 çoxhəddlisinin dərəcəsini hesablayın. Dostlar, deməli, bizə deyir ki, M1 vurulsun, x üstü 4 üstə gəlsin 3x-in kvadratı, bunun üstü 8. Deməli, bu çoxhəddinin dərəcəsi 39-a bərabərdir. Mən birinci M1-in dərəcəsini tapmalıyam buradan. Dostlar, yazırıq burada M1 vurulsun.
Bu ikinci çoxhəddin dərəcəsinə baxsaq, deməli x4 bir də 3x üstü 2 veribdir. Baxın, bu cəmin dərəcəsini tapanda hansı böyüksə onu götürürdük. Deməli x üstü 4 və x üstü 4-ün üzəri bir də 8 götürəndə x üstü 32 eləyir. Buradan alırıq ki, deməli hasildən ikinci bizdə 32-dir. Və dostlar, hasil olanda deməli ayrı-ayrı, deməli 2 dənə çoxhəddin hasil olanda ayrı-ayrı dərəcələri toplayırıq. Onda n1-in dərəcəsi nədirsə, həmin dərəcə ilə biz 32-ni toplayıb almışıq 39. Deməli n1-in dərəcəsi də onda nə imiş? 7 imiş. Bu da 7. 7 ilə 32-ni toplasam 39 eləyir. Və yaxud da dostlar, mən bunu götürüb x üstü 7 də yaza bilərəm. Daha rahat olması üçün n1-ə x üstü 7 də deyə bilərik. Sonra dostlar, gəlir indi ikincisinə. İkincisi bizə deyir ki, m2 vurulsun x üstü 6, 7 x üstü 5 və üstə gəlsin 3 üstü 7. Bunun da dərəcəsi 46-dır. Dostlar, deməli burada çoxhəddi veribdir. X üstü 6, 7 x üstü 5 3-ün. Deməli, bu cəmin dərəcəsini tapanda hansı böyüksə onu götürürəm x üstü 6-nı. Bunu bir də üstü 7-yə yüksəldəndə olacaq x üstü 6-nı 7-yə vuranda 42. Yəni, ikincinin dərəcəsi 42-dir. İki çoxhəddinin hasili olanda dərəcələr toplanır. Nəyin üzərinə 42 gəlsəm mənə 46 verər. Əgər 4-ün üzərinə 42 gəlsəm 46 verər. Deməli, m2 də bizdə dərəcəsi 4-üymüş. m2-ni qısa formada mən x üstü 4 kimi də yaza bilərəm. Onda dostlar, buradan belə bir nəticəyə gəlirəm ki, deməli, m1 bərabər imiş x üstü 7-yə, m2 də bərabərdir məndə x üstü 4-ə. Bizə deyir ki, m1 üstü 5 vurulsun, m2 üstü 11-in dərəcəsini tapın. Dostlar, m1-ə mən x üstü 7 demişəm, bunun üstü 5 vurulsun. M2-yə də mən deməli nə yazmışam? M2-yə də götürüb yazmışıq x üstü 4. Bunun da dərəcəsi 11, üstü 11. Deməli, x üstü 7, 5-in 35, x üstü 4 vur 11 eləyəcək 44 və bunların da dərəcələrini toplayanda 35, 44 alırıq 79. Deməli, cəmin dərəcəsi bizə hasilin dərəcəsi 79 verəcək. Dostlar, bununla da tam cəbri ifadələr mövzusunu bitirmiş olduq. Kanalımıza abunə olmağı, izləməyi unutmayın.